Peyğəmbər sallallahu əleyhi və səlləm o zikr olmadığına görə. Yəni hardan götürülür? Biz səndən maraqlandı öyrəndik. Yaxşı. Bu hədisləri müqabilində indi mən bir şey istəyirəm. Mən öz kitablarımızda bir dənə Peyğəmbər sallallahu əleyhi və səlləmlə bu şəriətin qurucusundan hansı ki bütün sahabelərə o cümlədən də Əliyə o namazı öyrədən və hər kəsin qabağında imam olan, hər kəsin qabağında imam olan və mən necə namaz qılarım, eləcə də qılın deyən Peyğəmbərdən öz kitablarımızdan bir dənə hədis gətirin ki, Peyğəmbər s.ə.v o cür namaz qılır. Bir dənə. Məsələ bundan ibarətdir ki, Həzrəti Peyğəmbər s.ə.v ki, bu cürə namaz qılır. Sonradan əmələ gələn Əhl-i Beytin nəzərinə görə bu qol bağlılıq, sonradan əmələ gələn. Ona görə də Peyğəmbərin hədislərdə o götürülmüş. Vacib hansıdır? Qarış, bir dənə söz deyirəm. Qiyamda vacib hansıdır? Siz mənə başa gəlsiniz. Bax, mən bir dənə sizdən Peyğəmbər sallallahu əleyhi və səlləm yavaş-yavaş inşallah danış. Bu ibadəti eləyib. İndi mənə bir dənə öz kitablarınızda bir dənə hədis gətirin Peyğəmbər sallallahu əleyhi və səlləmin namaz qılınış formasını. Siz qılmırsınız bu namaz qılınış formasını. Bu formanı hansı hədisdən götürürsünüz, mənə onu deyin. Mən məsələ elə bir hədisə rast gəlməmişəm, yoxdur. Yəni əli yanında söhbət. Yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm mən bir avval bir söz dedim ki, Əhl-i Beytin nəzərinə görə Peyğəmbər sallallahu əleyhi və səlləm yəni əli asır namaz qılır. Əhl-i Beytin nəzərinə görə də indi qulaq as. Sən dəlil götürürsən də qulaq as bir də. Mən ona adı demirəm. Qayıdırıq, yəni həmin kitablar, zatlar, Əhl-i Beytin adına o qədər şeylər uydurulur qardaş. Yox, məsələ nədən ibarətdir? Məsələ bundan ibarətdir ki, məsələn, Peyğəmbərin bir namazında bir qol bağlı söhbəti deyir də, məsələn, alnının nəyə qoyulması söhbəti də var idi. Görsən qardaş, fərqi məsələlər indi bu məsələdən keçir. Fərqi məsələnin özünün kökündə deyirlər söhbət elədik. O əsl onun üstündə dayanır axı. Mən ona görə sənə deyirəm ki, o əsl onun üstündə dayanır. Gəlib bura gedir. Sən mənə istər əqidənə əlaqəli olsun, istər fiqhlə əlaqəli olsun, bu mövzuları mənə üçün müzakirə etmək kimsə maraqlı deyil, ona görə maraqlı deyil ki. Bax, bir Allah dediyim kimi, bu məzhəb bu 8 kitabın üzərində qoyur. Onlardan da mən danışdım təkrarlarım və müəlliflərindən də. Və mən bu məzhəbi necə qəbul edeyim? Yəni bu məzhəb olaraq demirəm, ən azından necə qəbul edeyim ki, bu Əhl-i Beytin yoludur. Mən bunu kitablarımızdan danışım, qardaş, mən demirəm ki, bu kitablar. Yox, qardaş, sən başa düşmürsən, mən deyirəm ki, bu gün Cafərlər deyir ki, biz Əhl-i Beyt məktəbi, Əhl-i Beytin yolu. Yəni biz dinimizi Əhl-i Beytdən götürmüşük. Düzdürmü? Bir dəfə özürüz. Alo, mənə bu çox maraqlı gəldi. Aleykümselam. Fatih, necəsiz? Allah rəhmət eləsin. Mənim istədiyim odur ki, bu, yəni, mən başa düşmüşəm. Mən bilirəm, başa düşdüm sənin nə demək istəyir. Məqsədin nədir bilirəm. Amma, məsələn, Əhl-i Sünnənin özündə o hədislər ki, götürülür, məsələn, Səhih Müslümdə, məsələn, Peyğəmbər sallallahu əleyhi mənim üçün maraqlı olan nədir? Peyğəmbər sallallahu əleyhi ki, namazda, məsələn, bu qolu bağlı söhbətini mən başa düşdüm ki, Əhl-i Sünnədə müstəhəbdir və təkid olunmuş müstəhəblərdən də. Təkid olunan nəsiyyət üstündə. Hətta vacib deyənlər də var. Məsələn, Şövqani vacib deyir. Ona görə vacibə görə də gəlir çıxır ki, Əhl-i Beyt tərəfə. Yəni, alimlərin əksəriyyəti, məsələn, 4 məzhəbi götürək də, Əbu Hanifə, Şafi, Malik, Əhməd, heç biri demiş vacibdir. Yəni ki, bunlar deyib ki, müstəhəbdir. Qoyulmasa da, əli açıqdır deyib ki, hətta Şafiyə, Şafiyə deyib də, əli açıq qılınsa, yəni batilliyi yoxdur. Şeyx Şəltut var, Misir'in bilirsən də Şeyx Şəltut. Müasir, belə tanımıram. Belə adına eşitmişəm. Şeyx Şəltut, bu adına eşitmişəm, belə tanımıram. Heç üçündə görməmişəm. Əhl-i alimlərindəndir. Başa düşdüm. Əhl-i alimlərindən yox. Yəni müasir alimlərdən, bu müasir alimlərdən direktor olub. Adını eşitmişəm, belə deyim. Nə eşitirsən? Adı tanışdır. Onun bu arada şeylər var da, onun da nəzərləri var. Şeylərin fikri. Bilsən necədir? Məsələn, bu təqrib məsələləri ki var. Bu məsələlər. Mən bu məsələləri isti yanaşmıram. Niyə belə isti yanaşmıram? Düşmənçilik mənasında yox, astagfirullah. Mən, qardaş, təqrib məsələlərdən niyə belə isti yanaşmıram deyim. Təqrib yəni ki, şəhər sünninin yaxınlaşması deyim. Çünki mən burada elə ən azından şiə tərəfdən çoxlu hilə dolu şeylər görmüşəm. Elə Xomeynin özü deyirlər. Məsələn, bir tərəfdən danışılır vəhdət. Birinci ümumiyyətlə mən o vəhdəti rədd edirəm ki, o vəhdət
sahabələrin söyülməsi naminə olacaq. O vəhdəti rədd edirəm ki, Aişənin namusu üzərində qurulacaq. Rədd edirəm elə bir vəhdəti. Bu bir. İkincisi. Məsələn, Mırsali Amuzgeşdə, biz keçən, nə idi onun adı? Farsında Amuzgeş. Farsı oxudun biraz olması. Dünüsü qışda kəv oxuyurdu, Farsça imtihan verirsin, değil mi? Aynen. Deməli, Farsı bizdə var idi, oxumayıb. Ağzını hanıysan? Biləm, qoxumdur. Bizə o tərcümə elətdirmədi axı gündüz. Bizə də ki, Farsı öyrənsiniz. Kitabı özümüz tərcümə edirdik. Nəsə deyirdik. Qoymurdu azərbaycanca. Nəysə, məsələn, süd verməyin şərtləri. Müstəhəb olan şərtlər. Deyir ki, uşaqla süd anası tutursansa, müstəhəb şərtlərdəndir ki, süd anası sünnə olmaz. Quranda da var. Yəni 12 manat şiy olsun. Yəni südündən nəsə keçər. Saudiyyədə bu, məsələn, şiyə qız vermək söhbəti necədir? Şiyə üçün əhlüsünə də qız verir. Əhlüsünə görə. Müsəlman olan bidət əhli ilə nikah səhiyyidir. Vəssalam. Batil deyil nikah. Yəni müsəlman bidət əhli. Olsa, yəni əhlüsünə ki, kim bidət əhli sağlır, o əhlüsünə olmasa da nikah səhiyyidir. Nikah sad batil deyil. Vəssalam. Əhlüsünə görə nikah batildir ki, nə? Kafirlərdir. Qiblə əhlinlər səhiyyidir. Orada heç bir problem yoxdur. İttifaqdır, icmadır. Burada müşkilat yoxdur. Və məsələn, bilsən nə? Məsələn, Xomeynin, hələ buradan mən gətirə bilərəm, vardır, özünüz oxuyarsınız, yerinə kitabından. Məsələn, deyir ki, hər bir məsələdə əhl-i-sünnətə müxalif olmaq, nəcat tapmaqdır. Yəni, hətta şiə kitablarında, hətta müstəhidlərin kitablarında, bax, mən burada yazmışım, mən müafidər özünüz baxarsınız. Deyir ki, açıq ayında deyirlər ki, bax, mən yaxşı biləm. Amma sən yaxşı qardaş, onda sən, ixtilaf söhbəti deyil, sən əhl-i-sünnət alimlərindən elə bir söz deyən tapa bilməzsən. Məsələn, sən usul-u kafidə gəlib oxuyarsan, hətta Xomeynin öz kitabında bir var, hədis bir öz alimin sözü. Bunlar faktdır da. Gəlirlər, İmam Cafar gəlirlər, sual verirlər, Qüqüyəyə. Cəfər sual verirlər, İmam Cəfər Mədinə idi, Küfə əhlindən biri. Deyir, ya Cəfər, bizdə Küfədə ixtilaflar çıxıb, neyini ixtilaflı məsələlərdə? Sən, yəni, şeylərindən yoxdur da orada. Deyir, baxın, deyir, Küfədə yaşayan əhl-i-sünnətin əməlinə. Əhl-i-sünnət nəyə edirsə, ona protif olanı edin, o haqq olacaq. Yəni, məqsəd əhl-i-sünnəti protif olmaqdır. Quran-ı sünnəyə... Cəmiən və lə-təfərrəqu. Nə tər baxırsınız bu alim? Bu alim, qardaş, bax. Birlik deyirsən, ha. Nə cəhətdən birlik? Yəni, mən məsələn, bu məzhəbi, qardaş, bu məzhəbi. Yəni, qəbul nə bilmirəm? Qanun şıxına yaxınlaşmaq. Səbəb ona görə yoxsa, qardaşıq, bir vətən övladları, o mənada yox. Mən danışıram, bu məzhəbin təməlindən. Hansı ki, bu məzhəb bunun üzərində qurulub. Mən danışıram, Kuleynidən. Mən danışıram, Məclisidən, Qur'amilidən. Mən danışıram, Qur'anın tərsinə etiqad edən bunlardan. Mən danışıram şiənin ricallarından. Mən danışıram Əhl-i-Beytin adından uydurulan yalanlardan. Bunların hamısını yazmışam. Nədir? Məsələn, ravi var, şiə məsəlində ən şərəfli ravilərdəndir. Şiə ricallarında gəlir ki, deməli, imam özü deyir ki, bizim adımızdan 100 minə yaxın hədis uydurub. Şiə kitablarındadır. Dəhşət, yəni mən, qardaş, vallahi, özüm əminəm buna. 100% bilirəm ki, bu Kutub-i Səməniyyə ki var, bunlar hamısı Əhl-i-Beytindən, adından, uydurulan yalanlardan başqa bir şey deyil. Hamısı bütünlükdə bilirsən. Yox, ola bilər orada, ola bilər müəyyən nəsə olar. Yəni, bu Əhl-i-Beytdən gəlməyib. Necə? Bütünlükdə bu 8 kitabı köklü şəkildə sən inkar edir. Əhl-i-Beytin yolu deyil, bəli, köklü. Ən azından mən sən nə edirəm, qardaş? Ən azından mən nə edirəm, bax. İmam Cafər Abu Hanifənə, İmam Maliklə bir yerdə yaşayır. Yəni, eyni dövrdə. Düzdür, eyni dövrdə yəni məsələn, İmam Cafər Sadiq hicrətin 80-cı ilində doğulub, 149-da vəfat edib. Abu Hanifə 80-də doğulub, 150-də vəfat edib. Bir il ondan sonra. Eyni həm yaşadılar. Və İmam Malik Cafərdən yaşda az olsa da, amma eyni şəhərdə idilər. Peyğəmbər məscidində ikisi də dərs verirlər Mədinədə. Və yaxud məsələn, Musa Kazım Şafii Əhmədin dövründə yaşayıb. Xülasə. Və onlardan sonraki gələn alimlər Buxarına eyni dövrdə yaşayıb. Ali Rıza, Muhammed Taqi və s. Nə üçün Abu Hanifə? Bugün Abu Hanifənin bizim əlimizdə kitabı var. Şafinin, Malikin, Əhmədin bir dənə kitabı yoxdur. Kitablar özü ensiklopediya. İmam Əhmədin Muslimdə 40 min hədis var sənədi ilə.
Niyə əlimizdə Musa Kazımın kitabı yoxdur? Niyə Cəfər Sadiqin kitabı yoxdur? Niyə Muhammed Baqirin yazdığı bir kitab yoxdur? Bax, iddia var. İsbatı yoxdur. Mən bu isbatı istəyirəm. Niyə bax, bu 12-ci deyil, bu 11 imamın yazdığı bir fikir kitabı var əlimizdə. Yox. Əqidə kitab var əlimizdə. Yox. Bunlar kitablar belə deyəndə ki, onlar fikri məsələləri o hədislərində deyirlər. Yox, niyə yazmayıblar? Niyə onu necə havadan əməl edir? Bunu Kureyli yazır. Bunu Molla Bağır Məclisi yazır. 4 əsr sonra. Bəs mən 8 kitab nə deyirəm? 8 kitabdan qabaq heç bir kitab yoxdur. Bəs necə olur Cəfər Sadiqinə, eyni dövrdə yaşayan, eyni şəhərdə yaşayan İmam Malikin 8 ciltli Al-Muvattası əlimizdədir. Musa Kazımla eyni dövrdə yaşayan deməli İmam Əhmədi, Musnəd kimi kitabı, 15 dənə kitabı. Bilsən mən nə deyirəm? İndi mən deyim, mən bax bu 11 dənə kitabdan yox, bir dənə sözüm gördüm. Qardaş, bu 11 dənə mən qəbul edeyim. Heç bir kitab yazmayıb. Bunlar öləndən sonra, axırıncı 11-ci Həsən öləndən sonra, Fatihəndən sonra və yaşayırdılar qohumları, qardaşları. Kuleynikin biri doğuldu, Qumlukin biri doğuldu və başqası doğuldu. Başladı onların adından hədislər. Ömərdən qəbul olunan hədislər, xəlifə Ömərdən. Sizdə səhih sayılır. Bizdə söhbət Ömərdən gedmir. Yox, mən sual verir. Sualın cavabını dinlə də. Hədisin sənədi var. Ola bilər bir hədis Ömərin adından uydurulsun. Ondan, məsələn, səhih adı ilə tanınan, səhih müslim. Məsələn, buyur. Misal deyirəm də, mən də bilmirəm. Deyirəm, səhih adı ilə tanınan. Mən sənə sual verirəm ki, ola bilər ki, bir hədis olsun. Məsələn, bir dənə hədisi deyim. Bax, gör, bu səhih müslimdə. Mən çünki səhih müslimi həqiqi mənada oxumamışam. Bir də o gün biraz burada baxmışam uşaqlarına və yaxud bəzi kitablarda sənət kimi götürülüb orada görmüşəm. Belə səhih müslimi başdan ayağa mən oxumamışam. Bu səhih müslümdə, məsələn, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatı ilə bağlı və orada kağız qələm söhbəti. Bu nə cürə bu barədə hədis var? Qardaş, yenə də biz qayıdırıq xilafət məsələləri. Yox, biz hara qayıdaq, qardaş? Hara qayıdaq? Təmələ qayıdırıq. Peyğəmbərin vaxtında sənin təsdirlədiyin o səhabə var. Mən sana onun cavabını verərəm, qardaş. Onu Quran təsdir. Yox, sən elə deyil. Quran, cavabını verirəm. Yaxşı, qoy cavabını verim. Fəqət mən istəmirəm ki, mövzusu yayılsın. Çünki bir sənlik qoyar. Əhl-Sünnətin, bax qardaş, Əhl-Sünnətin fikri o hədis üzərində qurulmuyor. Əhl-Sünnətin fikri hədis kitabları üzərində qurulur. Ona səhih sözümü söyləyəm. Əgər, bu hədisi mən qəbul edirəm, bu hədis səhid, orada heç bir problem yoxdur hədisdə. O hədisi mən fəqət mövzudan yayılır. Səhih kitabların üzərində Məsələn, xülasə bir sənə demək istəyirəm sən. Yox, bir ola bilsən ki, Əhl-Sünnətin o hədis səhihdir. O hədis problem yoxdur hədisdə. O hədisin cavabını bunun üzərində qurulmuyor Əhl-Sünnətin şəri məsələləri. Qardaş, mən sənə demək istəyirəm. Mən sənə demək istəyirəm ki, Kitab-ül Kafini qəbul edirsən, hən yox. Qəbul edirəm. Öməri qəbul edirsən, hən yox. Kitab-ül Kafini Öməri qəbul edirsən, hən yox. Əlbəttə ki, bu hamı qəbul edir. Əhl-Sünnədə Ömərin sözləri qəbul olunur, hən yox. Səhih götürülən. Bəli, qəbul olunur. Hamısı qəbul olunur. Səhih gələn hamısı. Yəni, əgər öz şəxsi rəyicisi xəta eləyə bilər. Peyğəmbərdən nəblikisi qəbul olur. Deməli, Ömər xəta eləyə bilər. Ömər məsumdur ki. Misal deyirəm, mən söz deyirəm. Sən bu mənə yaxşı verir, səhv eləyərdir. Qardaş, qulaq as. Qulaq as, qardaş. Səhv bir xəta verə bilər Ömər vaxtında. Qulaq as, qardaş. Qulaq as, səbir. Yox, Ömər yox, başda elə əli də səhv eləyə bilər. O da nə problem var ki? O qədər əlini səhv etfaları. Qanlı Peyğəmbər insan vardır. O qədər. Səhv etfaları oldu. Sən iyi. O dəlil var. Dəlil bilmədən şey yox. Faktik yoxdur o sözdə. Onu bilmədən. Sən məsulluğu bilirəm. Əli öz rəyində xəta eləyə bilər. Bir dəqiqə diqqətlə qulaq as. Çox üzrəyirsən, qardaş. Bu mənalı demirəm. Yəni sən dediyin, götürdüyün, o ki deyirsən mənim özülüm, bizim özülümüz, Əhl-Sünnənin özülü, Peyğəmbərin hədisləri, Allah Peyğəmbərin mövzu, yəni ki, bizə gələn hədislər köküdür və bizim kökümüz var. Sizin kökünüzdə olan hədis raviləri də xəta eləyib, səhv eləyib. Yoxsa onlar deyir, səhabə söhbəti. Həzrət səhabələrlə gəlib satmayıb. Qardaş, qulaq as, mən sana sual verim, sən qad yayınma, başqa şey götürüb çıxarma. O səhabə mövzusunda. Həzrət Peyğəmbər dövründə səhabə. O idi ki, neydi məsələn? Cavab verir, onlara cavab verir. Başqa yerə aparıb çıxarmır. Sən mənə konkret cavab ver. Sən başqa yerə aparıb çıxarmır. Yox, mən demək istəyirəm. Sən siyaqları deyirsən ki, qardaş, cavab verirəm. Biz cavab verirəm. Əhl-Sünnənin hamısı məhsun kimi qələmə verirsən. Yəni, olar. Hamısı düz deyil. Əhl-Sünnədən heç bir alim Quran təhərif olunub deməyib.
Və bununla kafir olmuyor. Amma Şiənin... Amma Peyğəmbər sayıqlayır deyən olub. Şiənin kuleyi... Peyğəmbərə sayıqlayır deyən olub. Əla. Bu sözü deyən olub. Ömər deyib bu sözü Peyğəmbərə. Buna cavab verirlər. Cavab verir. Bax. Birincisi, bundan götürür. Əhlüsünnə və cəmaət görə, əhlüsünnə və cəmaət görə, bütün sahabələr... Şeylər belə şeylər... Səbirli olur. Yox, səbirli olur. Cavabı dinləmirsən. Sən mənim soluma konkret cavab vermirsən. Sən bax, İcazə cavab verir. Ömər... Qardaş, icazə ver cavab. Buyur. Sən mübahisə edirsən, mübahisənin yeri yoxdur. Buyur. Ömər bin Xattab, elə başda əli olmağına hər kəs fətvasında xata eləyə bilər. Eləyib xata. Həzrət Əlidən cürün xata. Ömər xatalı. Ay, qardaş, sualıma cavab ver. Bu danışmışda qardaşlar. Deməyirsən, sözü deməyirsən, mənə konkret deyirsən, mən deyirəm, bilmirəm. Sən cədəlsən. Yox. Bir də, Sən cədəlsən. bir ağları etməyi sevirsən. Mənim çox maraqlıdır. Olmaz. Maraqlıdır, dinlə. Yaxşı, 5 dəyə vaxt ver, dinlə. Yox, sən axar başa yoxlar, məni yayındırdı. Allah. Kim yayınsa? Hamı saydır, qardaş. Hamına görə yox. Hamı burada gəlməmiş. Yayınsa bizim qardaşa niyə yayırdın? Yarışları var gibi. Həzrət Əlidən biyaqları qeyd elədim. Şahın üzr istəyirəm, mənə də qulaq. Lazım olan yerdə saxlama. Bilən deyən Saxlamıyorum. Saxlayım ondan mən də deyəndə saxla, sən də deyən sualıma cavab verə və yəni ki, belə olsun. Sən mənə bir dənə 5 dəyə vaxt ver. 5 dəqiqə çoxdur da, qulaq. 2 dəqiqə vaxt ver. Mənə 30-40 saniyə vaxt ver. O bunu deyim. Həzrət Peyğəmbər sallallahu əleyhin dövründə biyaqlar qeyd elədik. Həzrət Əlinin istəyirsən deyim hansı səhv fətvaları verib. Ömər bu cürə səhv fətvalar verib. Bəli. İndi bu. Nə bu? Burada cavab verir də, bu Ömər də verir səhv fətvalar, Əli də verir səhv fətvalar. Sənin istinbahın Əlidən Ömərdən. Əli Ömərdən gedində söylər. Əhlüsünnə və cəmaət görə. Bunların üstündədir. Əhlüsünnə və cəmaət görə. Əli İslamı da qəbul edirsən, Əhlüsünnə və cəmaət görə. Peyğəmbərlərdən başqa heç kəs məsum deyil. Vəssalam. Ətiullahı və ətiullahı. Hər kəs. Öz tətvası biri var. Əlinin Peyğəmbərdən rəvayəti. Əli deyir ki, Peyğəmbər s.ə.v belə elədi. Vəssalam. Bu əlinin sözü deyil, bu Peyğəmbərin sözüdür. Rəvayət edən Əlidir. Burada heç bir problem yoxdur. Hüccətdir. Afərin, mən bu deyirəm. Bir də var, əlinin şəxsi rəyi. Biri var Ömərin şəxsi rəyi. Biri var Ömərin, biri var Abbaqırın, bütün sahabələrin, biri var şəxsi rəyi. Şəxsi rəyində xata edə bilər. Və əhlüsünnə sahabələrin şəxsi rəyi üzərində dinlərini qurmuyor. Əhlüsünnə sahabələrin Peyğəmbərdən rəvayəti üzərində dinlərini qurur. Yəni bunu demək istəyir. Şiələr nə deməyin üzərində? Gözəl. Şiələr isə... Adləri əhl-i beyt. Şiələr isə... Yox, cavab aydındır. İndi şeyə keçirəm. Bax, hər şey qoyuram, qıraqa. Sənəti zadı qoydum, qıraqa. Sən nə danışırsan? Kuleyni kafirdir. Kafir deyil. Mən deyə bilmərəm onu. Yaxşı, belə deyim. Çünki mən onun barədə sən oxuduqlar, sən dediyi yaxşı deyirsən. Onu bir dənə sual verirəm. Onu bir dənə sormaq istəyirəm, onu deyə bilmərəm. Sözünü təsdiqləyirəm. Onun barədə araşdırma aparmışam. Həqiqi mənada belə. Səmimidir mən danışıram. Tam səmimidir. Mən araşdırma bir dənə sual verirəm. Can bir də qardaşım qudarsın. İkinizdən də üzr istəyirəm, hamımızdan bir qardaşım. Burada ləzzətli söhbət gedir. Yəni ki, adam qavrayır, hər tərəfli qavrayır. Bax, sualın cavabı. Məsələn, sən dokumentalini, Kuleynin yazdığı kitabı deyirsən ki, Quran təhrif olunur. Deyir. Bayaqki söhbətimizin əsasən. Bəli. Yəni, onun o sözünə əsasən sonra kafirlikdən mən də deyirəm. Hamı, icma, hamı deyir. Mən də deyirəm. Vaqif suala cavab vermək niyə? Çünki Kuleyn haqqında araşdırma aparır. İndi, mənim sözüm başqa indi, yox, söhbətlərimizdən hamısı buradan gəlirlər. İndi sən o axırıncı diyamısan ha, ki, əhl-i-sünnə Peyğəmbərdən rəvayət olunan hədislərin üstündə köklənir. Yəni, mən başa düşürüm ki, bir istəyirəm, burada biz nədən naşidir? Yəni, əhl-i beyt niyəsində köklənir. Yəni, sənin sualını odur bilirəm. Yəni ki, oradan qırağa çıxmayıq, mənim fikrim tam başqa. Yəni ki, axırıncı kəlmə o idi. O mənim yadımdadır, sağlıqyan üçün yadımda. Yəni, burada o bizim kitabın ki, kökünü, yəni rəvayət edən kökünü kafir çıxartırıqsa, biz bunu nə etməliyik? Araşdırmalıyıq. Ki, sən bunu düz deyirsən, yoxsa səhv deyirsən. O ayrı məsələ. Düzdür. Birinci növbədə Vaqif bunu araşdırır. Bir dənə mən bu yerdə mənim bir dənə sözüm var. Onu ki belə danışaq.
Amma söz veriləcək ki, bu araşdırılsın. Nə? Sən araşdırmasın, mən bir daha söz verirəm. Əgər araşdırılsa və görülsə ki, bax, çox demirəm, Kuleyni, hələ o Qutub-i Səməlik var. Burada Şeyx Səduq axı bu ixtilaf edib olar. Hələ ixtilaf eləməyib qardaş. Mən ixtilafdan danışmıram. Yoxdur, Şeyx Səduq axı bizim də əlimiz Şeyx Səduqa da bağlıdır. Qardaş, mən görürsən, qıraqdan obyektiv yanaşıram. Yəni, mən demirəm, mən belə. Mən bir daha söz bilmirəm, amma belə təşəbbüllü kimi çıxmazsanız, bu söhbətin üslubunu bilmirsiniz. Niyə görə? Mən sizə deyim. Ona görə ki, mən sizə şəxsi etiqadınızı soruşmadım axı. Mən sənin şəxsi etiqadını biləm ki, sən deyirsən, Quran tərif olunmayıb. Mən sənin şəxsi etiqadına işim yoxdur. Sən deyirsən ki, mənim etiqadım Sadıqın etiqadı. Mən də bu qəbul elədim, o barədə burada da yazmışam. Şeyx Sadıqın etiqadı barədə burada ayrıca bir mövzu var. Ondan danışmıram. Mən bu məzhəbin təməl 8 kitabı fikri var. Bu məzhəb bunun üzərində qurulub. Etiqadı fərq bu 8 kitabdan qurulub. Onlarla konkretləşdirmə. Qutub-i Səməlik üzərində qurulmayıb, qardaş. İbarət deyil. Düz deyirsən. Amma mən indi bulaşdırırsan, yox, yəni ən azı deyirəm. Yəni Peyğəmbərin dövründə də olan, yəni kitab var, sahabələr var. Və onlardan alınır bunları. Sən hamısını onların məhvələmə. Sən belə incimə qal, hədis elmindən bir anlatım yoxdur. Məlumatım yoxdur, qardaş. O ravilər var, hansı dedimi ravilər, Cabir Əl-Cofi, Zurar İbn Əyyubiyə var. Onlar hamısı həmin ravilərin adları. Kuleyni kitabında keçmir ki, Kuleyni deyir ki, mən filan kəsdən o Zurarədən Caferdən eşitdim. Sən tam boşa düşmürsən. Bəs mən də sənə deyirəm. Mənim də sözümün insanı odur ki, mənim sözümün insanı sənə. Hər şey qoydum qırağa. Siz araşdırsınız, qardaş, eşitməli. Ortaya çıxsa ki, bəli, Kuleyni deyib ki, Quran təhrif olunur, ləhvdir. Bu Quranın, Muhammedin nazil olan Quran olduğunu rədd edirsə Kuleyni. Bəlkə məna təhsilini nəsbətlər. Yox, onu araşdırma. O araşdırma. Mən dediyim formaya yəqinləşsən ki, və bu belədir, bu məsələ. Bir sən isə yəqinləşsən ki, bizim alimlər, məsələn, indi mən soruşacağım da alimlərimiz bu mövqeydə nəzər edilmir, alimlər. Mən müasir alimlərdən danışmıram. Müasir alimlər biz, qardaş, İbn Səbanın mövcudluğunu inkar edir. Qədim bütün ricallarımız ittifaq edib ki, oldu. Müasirlər mən neyirəm ondan sözünü? Hiylət və cihillər, təqiyyələr. Təqiyyədə bilirsiniz də Şeyh məsələndə necədir? Bütün rical alimləri ittifaq... Necə, Şeyh məsələnin rical alimləri yalan üzərində ittifaq edib. Bu necə şeydir? Necə güvənmək olar bu ricallara? Hindiki inkar eləsin də. Sən o kitabların hamısını məhvə çıxarmı? Qardaş, vallahi istisnasız bir dənə mənə rical kitabınızı gətir ki, İbn Səbanı inkar eləsin. Ki, bu fikirləri Yahudi əsli biri çıxarıb. Bunu Şiə məzhəbinin bütün ricallara ittifaqla sigir. Amma müasirlər isə bilsə nə deyir? Müasirlər deyir ki, Abdullah ibn Səba bir xəyal məhsuludur. Belə bir şəxs tarixdə olmuyor. Mən necə qəbul edeyim bu hansı kitablardır ki? Müasir alimlər hamısını bunu deyir. Yox, hansı kitablarında? Məhəmməd Səmavi Dizanı var. Havada qalan sözəfə kitabla gəlirmi? Hə, Şahin, Məhəmməd Səmavi Dizanı var ha. Kitabla? Tunusda kursa fikir etmişəm, hamısı var. Şahin, Məhəmməd Səmavi Dizanı var ha. Bax, həmin o dediyim Abdullah ibn Səba, həmin sizin burada kitabınız var. Aydın deyil, Allah başlayırəm. Mən araşdırmışam, mən bunları... Mən burada neyi sağlardan oxumaq. Mən bir sənə demək istəyirəm. Əgər araşdırırsan, görsən ki, mən deyən kimi Kuleyni, və məclisi, yox, o demirəm, qardaş. Əgər bu etiqadda olduğuna yəqin olsan, onları kafir kimi baxacaqsan, mən sizə cavab verəmərəm. Niyə? Çünki bilmirəm axı bu məsələ nə məsələdir. Mən demirəm. Orada bəlkə bir də neyi deyirsən? Mən gör nəyi deyirəm. Mən bilsəm ki, filan kəs deyir ki, Allah yoxdur. Yox, o nə demirəm. Mən bir sənə deyirəm. Mən ki, bir kəs desə ki, fakt yəqin olsa, bir o təsdirlənsə, tamamən bütün dəlillərlə... Hətta müasir alimlər də bunu deyir. O bütünlüklə əgər təsdirlənsə... Bax, bir sənə isə bax, sən 100% yəqinliyə çıxsan ki, 100% ad. Filan kəs Allah anlamayır. Baba, 100% yinə. Filan kəs deyir ki, Allah yox. Qulaq usta qardaş. Sən 100% yəqinliyə çıxsan ki, məclisidir, filan kəs, Kuleynidir. Qulaq as mənə. Filan kəs sən belə deyinən də niyə eləsin? Deyinən ki, sən tam yəqinliyə çıxsan. Sən niyə addan qorxursan qardaş? Addan qorxma. Sadəcə mən şəxsləşdirmə bu ümumi bir sözdür. Qardaş sən yəqin eləsən ki, filan kəs yaxşı Allaha inanmır. Sən yaxşı qardaş, sən onda, sən yəqin olsan ki, 100%. Filan kəs deyir ki, ləfsi ya əməlli başda. Bu Quran, Muhammedə nazil olan Quran deyil, bu Quran sahabələr tərəfindən dəyişdirilmiş Qurandır, tərif olunub.
Bunu deyən kafir deyəcəsə ona Təhrir mövzusunu geri qarışdırır. 100% əmin olsan. Mən dediyim formada. Bir də mən qulaq O mövzunu geri araşdırarsan. Mən sənə deyirəm ki, qardaş, mən dediyim, məna tərsi yox. Mən dediyim, indi deyirəm, bu Quran Muhammedən nazil olan Quran deyil. Bax, bu Quran var ya, əlimizdə bu görək. Sahabələr tərəfindən tərif olunur, dəyişdirilib. Əsl Quran deyil. Vəssalam. Bunu deyən kafirdir, kafir deyil. Tərif necə dəyişdirilib də, dəyişdirilib. Sözlərini kimsə müdaxilə edir. Sözlərini yox, ailə çıxarılır, özlərindən Yox. Sən şey eləmə, oradan buradan demədə. Bax, mən ümumi. Konkret saat. Yəni ailələr çıxarılacaq. Yox, konkret. Sənə çatır adam bax, bu Quran 6236 ayət al-Hazırdakı mövcuddur bu Quran. 6236 ayət. Bir adam desə ki, bu Quran Peyğəmbərə nazil olan Quran deyil. Yəni bu Quran, Peyğəmbərə nazil olan əsl Quran deyil, Bu sözü mən qəbul edirəm. Və o kafir sayırsan əmin adamı. Kafir sayırsan əmin adamı. Çox üzr istəyirəm. Vallahi yəni bunu elə bil ortadan yəni nə o tərəfdən nə bu tərəfdən kimi danışmıram da. Əgər haqqı axtaran bir insan kimi maraqlı deyil bu tərəfdəki alim, o tərəfdəki alim haqqı axtaransa Bax oran deyirlər. Başqa zadın ağrama da ağzında. Yox, yəni onu burada hər şey Əhl-i sünnənin fiqhində getdiyi yolda bir zərrə xəta yuxarı gedir o. Çapılmayıb. Yəni tam nəzrə var idi əhl-i sünnət tamamən yəni o cürə gedir. Bir də üzr istəyirəm. Bu Xümeynin kitabında yoxsa bilmirəm deyir bizə görə qəbirdən və şeydən Yox, bir dəqiqə, oraya geniş olmaz. Qardaşımsan, bir dəqiqə, oraya gəlir deyil. Demək, yox, nöqtəni qoymamış. Nöqtəni qoymamış. Bax, xahiş edirəm. Xahiş edirəm, nöqtəni qoyacaq. Hələ əziyyət çəkmişik. O risaləni bir də oxu araşdır. Allah yolunda əziyyət çəkmişik, bir-birimizə halal deyik. İşlərdə danışalım. Şöyle nə deyirəm? Neyse. Mən sualı belə qəbul edirəm. Quranın Mühəmmədin, Peyğəmbərimizin əlində olan əsl Quran deyil, təhrif olunub kəlməsini kim qeyd edir? Əhl-i Beytdən? Şiə məhzəbinin alimləri var, böyük qaymaqlar. Əhl-i Beyt yox, Şiə məhzəbinin alimləri. Əhl-i Beyt İraq olsun. Yəni, məsələn, əlbəttə ki, Əhl-i Beyt bundan uzaqdır. Kuleyni, məsələn, məclisi. Kuleyni məclisi. Ni'mətullah Cəzairi. Adnan Dahrani, Yusuf Dahrani. Heysəm Əl-Beyt. Hamısı var orada. Bunlar bu şəkildə Yox, bir sənə deyiblər, Nur Tavarsı və bir sənə deyiblər ki, kimsə ki, Quran tərif olunmuyor, o Şiə deyil. Nur Tavarsı, Şiənin ən sonuncu mühaddislərindən bu dəlillər üstünədir. Bu kitablarda var, Şiə kitablarında, Usul-i Kafi, Buharlar var, bu kitablarda olan mindən artıq Əhl-i Beytin adından uydurulan hədislər. İmam Həsən Əleyhisselamın, İmam Həsən. Ən çox Cafer'də Muhammed Baqirin. Bəs biz deyirik ki, bunlar onların adına hədis uydurublar. Hamısı isbatı orada var. Biz Peyğəmbər məsələn Mən bu kitabları qəbuldən Əhl-i Beytin yolu deyil. Ömər hədis uydurmayıb. Buyur, uydurduğu hədisi gətir. Yox, öz fikri ilə Peyğəmbərin adını calaya bilər, sülmə o sözlərini təsdiq edir. Dediği sözlər Peyğəmbərə calaya bilər, ya yox. Bir də mən sizə sözüm, qardaş. Bu ümumi bir sözdür. Əlbizdə nəsə varsa, qardaş, əlbizdə nəsə varsa, beləsə, ümumisə də bu belə ola bilərdi. Əlbizdə nəsə varsa, gətirin. Yəni, Ömər var. Mənə gətir ki, Ömər Sılam hədis uydur. Mən, özüm mən bir dənə söz deyim, sizə. İddia başqa şeydir. Əslində iddia edirəm. Amma bir də var ki, iddia yox. Şiə müəlliflərinin özlərinin yazdığı, özü bunu deyir. Yəni, bu mənim dediyim deyil. Yəni, bir var ki, məsələn, fikir ver. Mən deyirəm ki, bu belə deyil, yox. Şiə alimləri özü bunu deyir. Mən sənin kitabı deyirəm. Başa düşürsən? Məsələn, burada mən sənə. Burada olanların yarısı Quran tərfi ilə əlaqəlidir. Həzrət Əli Əleyhisselamın, bax, məsələn, Həzrət Əli Əleyhisselamın burada sən, yəni, Əstəğfirullah, Rabbi və Ətub ilə uydurduqlarından götürmüsən. Estağfurullah, kimdir ki uydurmaq? Yoxlar, dedin ki, xətalar səhv. Ola bilər. Yox, Elə deyil. Dəlil götürün. Estağfirullahil-azim. Bir dənə səbirlə dinləyin. Yoxlar, dedin onu. Bir dənə səbirlə. Mən bir Allah dedim ki, biri var Əlinin Peyğəmbərdən. Hədis rəvayət. Peyğəmbərdən. Əli yalancı deyil, nə də başqası. Ondan söhbət gelmir. Bir də var, Əli. İctihad edər, alimdir, ictihad edər. Səhvləri də Əlinin səhv ictihadları. Qardaş, nə səbəblə dinlədə? Əli ictihad edə bilər, nə ki Əli? Sən sözü deyirəm. Və xəta edə bilər. Məsələn, birini deyim. Bu xəta
Günahdır da, ha? Yaxşı. Mən düzdür istəməzəm bu mövzusun. Mən şiə kitablarından gətirim. Yox, Həzrət Əli... Onu mən şiə kitablarından gətirim. Olar? Yəni... Gətir qardaş. Olar? Təbillə. Məsələn, Əhl-i kitablarında olan deyim. Məsələn, Abdullah ibn Səba, bu rical-ı qəşkilə də var. Bu deyir. Bunlar Həzrət Əli həqiqətən səhih qəbul olunur ki, bunlara Həzrət Əli deyir. Bəli, bəli. Ondan sonra... Yəni ki, bunları da Əhl-i Sünnə bu cür demək ki, bunlara Həzrət Əli deməyib, buyururlar onun alır. Yox, Əhl-i Sünnədə xəta eləyə bilər. Yəni, Əhl-i Sünnədə bunlar Əhl-i deyil. Xəta eləyə burada da var ki, alim istihat eləyər, səhv eləyər, bir savab, düz eləyər, iki savab qazanar. Günah savab qazanmayacaq ki. Həzrət Əli bunları səhv eləmişdir. Bunları nəyi? Ümumi belə şeylə danışmağa qarşı. Yox, sən didikləri bilirəm. Abdullah ibn Səba bu fikirləri yayanda Əli radiyallahu anhının zamanında yaşayırdı o. Əli eşitdi bunları. Və onun ölümünü hökm vermişdi. Bu Əli rical qəşkilədir. Bu Növbəxtinin firaq-ı şiasindədir. Bax, indi bu dediyim. Hələm Əl-Sünnə kitablarını demirəz. Bence Müslümdə də olmalıdır, səhv etmirəmsə. Və Əli səbailərdən bir dəstəni tutur, ocaq qalıyır. Və onları oda atıb yandırır. Bu xəbər İbn Abbas'a gəlib çıxanda, İbn Abbas deyir ki, əmin oğlu Əli xəta elədi. Deyirlər, niyə? Deyir, çünki mən Peyğəmbərdən eşitdim ki, Allahın əzabı ilə əzab verməyin. Yəni, od ilə öldürməyin. Gərək boyunlarını vurardı. Burada nə var ki? Yəni, əlini söylüm mən, hə? Yox, o mənə bilməm. Mən bu mənə, bir dənə xəta elə. Məşəlikdən üzrü sayıcılar var da, yəni ki, çox da var ki... Amma mən sizə bir dənə, baxın, yaxşı, şeyh Allah, məsələn, qoy mən Bir dəqiqə söz deyim, eşitirsiniz? Böyük günahlardan. Qardaşım siz söyləyəcəksiniz. Biz biraz kəmzavat deyilik, də bilmirik. Biz güyəsavat. Gəl, riyallıqdan danışıq da, indiki haldan. Məsəl üçün, nəfər deyim sənə. Biz deyirik ki, Yasin oxumaq olar. Məsəl üçün deyirəm də, amma. Siz deyirik, olmaz. Siz bizə nə əyib görürsünüz, onu sübut edin, nə? Deylə, qardaş. Mən bayaqdan fikir verirəm. Qoyursan da, Allah sağlığı sağlar. Yəni, o bir mövzu deyil, qardaş. Yəni, əhl-i alimlərindən də ölüyə Quran oxumaq olar deyənlər var. Elə İbn Teymiyyə rəhməllah. İbn Teymiyyə deyib ki, olar. Bu fikir mövzuda alim deyə bilər. Şafi deyib ki, olmaz. İbn Teymiyyə deyib ki, olmaz. Gözünüz çıxartırlar ki, xeyri var. Qardaş, bu fikir məsələdir. Nə o cahilliyindən nə edir, eləmir? O fikir bir məsələdir. Fikir bir ixtilafdır. O, önəmli deyil, yəni, məsin. Əqidədir, qardaş. Əqidəyə olandır ki, biz bir gün pis oldu. Biz deyəndə ümumi nəzər bir şey tanıyalım. Belə gəlir çıxır sizin sözünüzdən ki, sizin deyəndə ki, üzr istəyirəm, yəni. Belə gəlir çıxır ki, biz kafirik. Şəxsi açılır, başqadır. Deyirsən, Quran Mən bir şey Peyğəmbər sayıqlayır. Ömərin sözünü əldə bayraq eləyirlər. Bax, məsələn. Ömər Peyğəmbər sayır. Ömərin sözü sonradan bayraq olur əldə. Ki, Ömər Əlidən rəvayət olunur. Bu hədis gəlir bir harundan var da. İstəsəz qeyd edə bilərsiniz deyib, çünki mən bu verə bilməyəsəm. Yəni, Yaz. Siz deyim, nə? Deyil. Deyil, Peyğəmbər nə sıxı qeyd eləmirəm. Burada çox məsələ, mən durum onu yazın, başım var. Peyğəmbər sallallahu aleyhi və Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə Sən məşğul olursan bu ixtilaflı məsələlərlə. Vallahi yox, vallahi yox. Sən bunları mütaliə eləmirsən, sən bunlara asla internetə girməsən. Qardaş, sən bunlara cəhd eləməsən, qardaş, bu yerə sən yaxın yuxuda görürsən. Bir əsəbirlə, yox, o məndə yox. Sən vaxtımın, yəni elmə sərf elədiyim vaxtımın. Bu məsələləri sərfləmişim uzaqbaşı 5%, 2%. Yəni, mən bunu demək istəyirəm. Mən indi heç məşğul heç baxmıram da. Bir də axırıncı da yazdığım bu risalət, o da ki, 3-4 günə yazmışam. Yəni, özü risaləsidir, hə? Bunu özüm yazmışam. Allah baxına. Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim yanında. Əli deyir. Bu kimdəndir oluruz? Əlidən. Biharlan var da. Kim götürür bunu? Biharlan var da gəlir. Məsəl üçün kitabı yoxdur, Biharlan var. Orada gəlir. Onu görə dedim də cilt səhifəsini qeydim yazdım. Biharlan var? Hə. Yazılır da, nə insan var? Yaxşı, mən özüm üçün yazıram. Biharlan var da 40-cı cilt 2-ci səhifə. Bizdə 120 cilddir. Əvvəl 20 cildlə çıxırdı, sonra 120 cildlə çıxartdılar. 40-cı cilt 2-ci səhifə. Deyir ki, Əli deyir ki, Peyğəmbərlə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim yanında. Və Ayşə də onunla birlikdə idi. Yəni, üçüncü səfərə çıxmış. Bihar önəmləri hansını şiələr
səhih qəbul eləmir. Mən bundan danışmıram. Yəni xəta deyirsən. Yəni söhbət səhih hədislərin hamısını səhih qəbul eləmir, zəif hədislər də var bir hallarda. Aha, onda danışmayayım. Ona görə mən bayaqlar deyirəm ki, bir dənə sözümü qoy tamamlayım. Mən bir dənə ona görə bayaqdan deyirəm ki, mən bir dənə hədis gətirdim, sən deyirsən bu səhihdir, səhih. Ona görə mən bayaqlar deyirdim ki, bu mövzuları, heç mən bu açmaq ehtiyac yoxdur mənə. Bu fərqi mövzuları eləməyin yeri yoxdur. Ona görə deyirdim hədis. Qardaş, sən zəif səhih, elə deyirsən, hə? Qardaş, oxuduqlarına görə. Şiə məsələbində hədis elmi var. Yox. Qardaş, şiənin rizaları bir səndən gündədir. Şiə məsələbində, qardaş, yaxşı, onda məsələ, qardaş, sən mən bilmirəm olar. Qardaş, Allah'ı sənə deyirəm, deyəm, üzr istəyəm. İlk hədis mustalahını yazan sizdə İbn Mutahhar Əl-Hillidir, Şəhid-Hüsani, yazdığı mustalah, İbn Həcərin yazdığı mustalahının kopyasıdır, kopya edir. Və o bunu yazanda, burada var ha, bir də o zəhmət olmasa ver bura, orada çox azdır, bu mövzu çox azdır. Məsələn, xüsusi bir mövzu qoymuşam bura. Şiə məsəlində hədis edir. Cəmi 2 səhifə. Mən yazdığımı oxuyuram. Ümumiyyətlə Şiə məsəlində hədis elmi olmuyor. Onlar hədislərin ağına da, bozuna da baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Qədim bütün Şiə alimləri Kitab-ül Kafini hamısını qəbul edirdilər. Amma indikilər başqa şeylər deyir. Şübhəsiz ki, bu elm, hədis elmi, əhl-i-sünnətə məxsus bir elmdir. Daha sonra onlar əhl-i-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı. Şiənin ən məşhur və ən qabaqcıl mühəddislərindən biri olan Hur Amili Vasal-ı Şiədə deyir. 20-ci cild 100-cü səhifə nəşrlərə görə, təhqiqlərə görə, bəzi nəşrlərdə 30-cu cild, əsas buna baxın, 30-cu cild 260-cı səhifə nə deyir? Deyir, yeni istilahlar görə Hur Amili İbn Mutahharın çıxartdığı hədis elmi var, ona bidət deyir. Yenilik, deyir, bizdə belə şey olmayıb. Bu yeni bir istilahlar ki var, yəni hədisləri səhih və zəifə ayırmaq. Bir əhl-i sünnətin etiqadına və onların qaydalarına müvafiqdir. Biz bunu onlardan götürmüşük, onlara baxıb. Hətta bu elm onların kitablarından götürülmüşdür. Bizdə olmayıb belə şey və deyir ki, bu bizdə bidətdir. Sonradan çıxan uydurulan bir şeydir. Yəni zəif və səhih söhbət. Yox, deyib ki, Hur Amili deyir ki, bizdə belə şey yox deyəcək, bizdə nə var? Hə, bütün qədimlərimiz hamısı belə deyib, qardaş. Bütün qədim alimlərimiz. Başda Hur Amili, 8 müəllif, 4 müəllifdən biri. Və qol nə deyir? Həmçinin o deyir. Məlum olduğu kimi bu istilahlar, yəni demək ki, bu hədis səhihdir, bu hədis səhihdir, amma bu hədisi qəbulləmirəm, bu hədis ola bilsiniz səhihdir zat. İbn Mutahhar Əl-Hillinin və onun şeyxi Əhməd İbn Tavus'un zamanında ortaya çıxdı. Bunu da deyir, Vasal-ı Şiədə 30-cu cild 260-cı səhifədə. Yenə də Şiənin böyük hədisçisi Yusuf Bahrani bunu təsdiqləyir. Və Yusuf Bahrani deyir ki, hədisləri səhih və zəif kimi növləri ayıran ilk şey alimlərin İbn Mutahhar olub. Ondan da belə şeylər söhbət olub. O da icrətin 7-ci əsrindən sonra yaşayıb. Və bunu da harada gətirir Yusuf Bahrani? Hədaiqun Nadira 1-ci cild 53-cü səhifə. Şii alimi Əl-Hairi Muqtabisul Asar kitabında 3-cü cild 73-də deyir. Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən, Şəhid-Hüsanidən qabaq, Dirayətul Hədisə dair kitab yazan olmuyor. Bu elm əhl-i sünnətin elmlərindəndir. Biz onlardan götürdük bunu. Və sonra, burada sual çıxır, sual yazmışam. Bəs nə üçün şiyələr bu hədis elminə girişdilər sonradan? Cavab, əhl-i sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Və bu səbəbdən də şiyələr daima əhl-i sünnətin yanında gözü kölgəli idi. Çünki onlarda hədis elmi mövcud deyildi və hədislər necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar əhl-i sünnətin qınağından qurtulmaq üçün bir elmə girişdilər. Ancaq heç bir faydası olmadı. Bunu kim deyir? Hur Amili Vasal-ı Şiədə 30-cu cild 258-ci səhifədə. Yaxşı, faydası olmadı ona görə ki, onların rəvayətləri Əhl-i Beytdən nəql olunmuyub. Yuxarıda da qeyd etdiyim kimi, bu kitabların raviləri hamısı yalancı və hədis uyduran ravilər olur.
Bu səbəbdən də onların rical kitabları, ravilərin həyatından bəhs edən rical kitabları, ixtilaf və ziddiyyətlərlə doludur. Selamun aleyküm. Gəlirəm inşallah, indi birazdan gəlirəm. Yoldan gələmişdi mənə Tofiq. Yo, indi başla bilgiziyəm. Doğru, görün, mənim onsuz da vaxtım yoxdur, ona görə. Gedəcəyim bana. Ha, yo, gələcəyim inşallah. Gələcəyim. Və deyir ki, çünki deyir, bizim deyir, yəni, bu hədisləri uyduranlar, ravilər, belə. Və sonra deyir ki, bu səbəbdən də deyir, onların, yəni şeylərin, rical kitabları, ixtilaf və ziddiyyətlərlə doludur, rical kitablarında. Bunu onların, məsələn, bunu kim deyir? Bu dilinlər. Feyz Əl-Kaşani, Əl-Vafi kitabı. Bu Əl-Vafi kitabı bilsəndə 8 kitabdan biridir. Ən məşhur 8 kitabların ən etibarlı. 1-ci cild 11 və 12-ci səhifələrdən. Və bu amil gör, Şeyx Tusi barədə nə deyir? Hansı ki, Şeyx Tusi deyirdi ki, bu hadis zəif zat belə. Bu amili Əl-Vafi 8 kitabdan biridir. Əl-Vafi Kaşani. Bu sizə qalır, qardaş. Bu sizə qalır. O, hey, mən kitabı bir kitabını çalışıram. Bu amili özü də etiraf edir ki, şiə alimlərinin əhl-sünnətə baxaraq hədisləri səhi-zəifi ayırmaları boş və əbəs bir şeydir. Və Vasal-ı Şiədə, yəni 30-cu cild 279-da nə deyir? Gör nə deyir? Deyir ki, bax fikir verin. Şeyx Tusi çox vaxt hədisin ravisinin zəif olduğuna görə hədisi də zəif sayır. Ancaq şeyxin hədisləri bu səbəbdən ötürü, yəni ravisinin zəifliyindən ötürü zəif sayması qeyri-həqiqi bir ciddi şeydir. Deyir, çünki o, bu ravi zəif olduğuna görə onun rəvayət etdiyi hədis də zəifdir deyir. Sonra biz özümüz görürük ki, o başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Yəni, məqsəd hədisin ravisi deyil. Nəfsimə uyur ya uymur. Budur, Quramil deyir. Quramil ona görə deyir ki, Vasal-ı Şiədə, əgər hədislərimiz bu hədis elmi, rical elminin qaydaları ilə araşdırılsa hamısı zəif çıxacaq. Bu, məndə burada da var. Burada. Həmin Vasal-ı Şiədə, burada kopyası da var. Və nə üçün? Yəni, məsələn, burada mən sual yazmışam ki, yəni, Quramil deyir ki, bizim hədislərimiz, qardaşı ki, hədis səhidimi, hədislərimiz bir araşdırılsa, bu hədis elminin qaydaları yoxdur, təməl. Bizə bir hədis səhid hədis qalmayacaq. Yazmışam ki, nə üçün? Cavab odur ki, çünki bir hədisin səhih ola bilməsi üçün İlk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir və sənədin tam olması şərtdir və s. və ilə. Hansı sənədi, qardaş? Hədisi rəvayət edənlər, ravilər. Yəni, hədis Qurandan da köklənməlidir axı. Qardaş, bir sən əsədir. Bu Kuleyni, Cafər-i Sadiqi görməyib ki. Kuleyni o hədisi ravilərdən götürür, o da Cafər-i Sadiqlər. Bu sənəddir. Və bu amili nədir? Bu amili deyir ki, bu yeni islah, bu amili hədis elminə yeni islahlar deyir. Bidətdir yəni. Deyir ki, yeni islahların əhli hədisin ravisinin adil olmasını şərt qoyurlar. Deyirlər ki, şərt ki, ravi adil olmalı. Elə bu şərti deyir, təkcə bu şərti götürsə. Yəni, bu amili deyir ki, hədis elminin səhih hədisin 5 dənə şərti yoxdur. Elə bir dənə şərti götürsə, ravinin adil olması şərti. Deyir, elə bir dənə bu şərtlə bizim bütün hədislərimiz uydurmasıdır. Elə bir dənə bu şərt nə, ha? O bir 4 şərtli deyirdim, o kitabda bu cürə yazılır. Kitabda qardaş, Vasal-ı Şiə 30-cu 206 oxu həmən sözü axıra kimi. Deyir ki, hədis elmində şərtdir ki, hədisin ravisi adil olmalıdır. Yəni, bu 5 şərtdən biridir də. Bu hədisində də bu cürədir. Elə deyir, burada şübhə yoxdur. Bu ümumi bir qaydadır da. Yəni, ümumiyyətlə, qardaş, Şiədə hədis elmi olmuyor. Bizdən götürürlər bunu. Mən bu sana tam rahat deyirəm. İbn-i Mutahhar Əl-Hilli qardaş, biz hamısa yazıb İbn Teymiyyə dövründə. O vaxtda sonra şiələr nə inirdi? İlk hədis şeyini yazandı. Mən bunu demək istəyirəm. Özləri hamısını bunu inirdi. 4 dənə məzhəb də axı Peyğəmbərdən sonra. Qardaş, 4 məzhəbdən söhbət getmir. 4 məzhəb özləri istihad ediblər axı özləri. İstihaddan danışmır, qardaş. İstihaddan danışmır alimin fikrində. Biz hədisə İstihaddan istihad eləməyib bu alimlər. Amma bu hədislər var ha. Bu hədis elmi var ha. Hədis elmi 700 əsrdə olur baxın. Söhbət ondan gedir ki, o hədislərin araşdırılması ki, mövzu odur ki, yəni bu cəmaatın əməli hədislərdən qaynaqlanır da. Söhbət mən bunu demək istəyirəm. Cəmaatın əməli hədislərdən qaynaqlanır. Yəni xulası qardaş, xulası. Deyirəm mən.
Başqa bir sözüm. Xülasə deyir ki, elə bir dənə bu şərti götürsək ki, rafi adil olmalıdır. Elə bir dənə bu şərtlə bizim bütün hədislərimiz deyir, uydurma çıxır. Bir dənə deyir. Məsələn, adi bir dənə misal sənə. Məsələn, mən gündüzlə bu arada söhbət eləyəndə bir dənə söhbət oldu. 17.000 ayə hədisi. Birinci başladı, birinci inkar eləmədi. Sonra onun nədir bir də xasiyyət var olacaq. Gündə bir şey olur. Bilmədiyin şey vardı. Heç mən məsələn heç... Yox, o ümumi gündə, o biraz orada təki yazır çox. Onun özünə də demişdim. Yox. Dərinə bilirəm. Biz məsələn çox şeyə cavab vermirik. Biz özümüz elə Əhl-i Beyt barəsində biz ona sual verəmiz, o şeyə cavab vermirik. Yox, bir sən necəsiz? Məsələn, sözün dediyini özü sor. Məsələn, o birinci, o 17.000 ayə hədisi. Sonra müqasiddə dedi ki, yox, mən bu hədisi qəbul eləmirəm, o 17. Bu hədisi uydurmadır. Yəni, usulü kafirə gələn bu hədisi uydurmadır. İstəyirəm, yaxşı, sən dedin uydurmadır. Amma sizin hədisçilər, məsələn, Mazandarani, Əl-Əhbər, Əl-Əxfari, Qur'amili, Məclisi, bu kitab-ı kafir işlərini hamısı. Siz müasir fikirlərini qəbul edirsiniz alimlər bizim? Müasir alimlər, İslam qəbul edir. Şeyx Məhəmməd Səmabi Ticanini barədə sünfildir. O rafisi olur. Yəni, o sufi olub, sonra özü deyib ki, mən şey olmuşam. Mən sənə inşallah bir dənə belə asıl bir dənə sənə şey deyim. Bir dənə sənə mən disk verərəm. Osman Xəmisli, küveytli bir cavan gəncdir. Onunla televizorda Ticaninin söhbətləri, Ticanini götürüb sürütlüyür. Bir dənə verərəm diskə, bir 30'a yaxın debatdır. Hərəsində 1 saat gedir. Yəni, baxarsan və salam. Yəni, Osman Ticanini rahat deyirəm, bu məsələ. Ticanini götürüb sürütlüyür. Nə ki Ticani? Bundan gələn Qur'anidir, Ticanidir, 4-5 dənə alim. Bilsən, neyin deyir? Hələ... Ərəbcədə biri var. Ərəbcədə biri var. Ərəbcədə Müstəqillə kanalında, ortada jurnalist, başda söylüyor. Hər debat 1 saat. Baxarsın inşallah. Yəni, Ticani kitab yazmaqla, hələ yazdığı kitablarla, Ticani yazdığı kitablarla bilsən nə qədər sağlıq. Deyir, bunu sən burada deyirsən, hə, gətir göstər, filan peşə. Bax, bu elə kitab var, qardeş, yəni, Allah belə açıq deyil. Bu kitabları qoydum. Onu gələ də gizlətdin, ha. Yox, bu kitabları mənə aldım. Bir dənə təvəkkələri çəkinlər, qabağında. Sən qaçır buraya. Qardaş, necə hidayətə gəldi kitabı, necə hidayətə gəldi? Necə zəlalətə düşdüm? Ticaninin necə hidayətə gəldi kitabına təksir. Həmin şey yazıb bunu. Osman Xəmis yazıb, bu Azərbaycan tərcümə eləmişik. Həmin kitabı, yəni tam rəddidir, şiir kitabları ilə. Və studiyada da ki, da verərəm özün baxarsan deyil. Kimdə o studiyada onu Ümumiyyətlə, istər sünni məzhəbində, istər Əhl-i Beyt Xüləfa və yaxud Əhl-i Beyt məktəbinin buyurduqlarında islahat aparıb bir mövqe çıxartsan. Çünki sən yəqin ki, qəbul edirsən Əhl-i Sünnədə bəzi fikirlər var ki, məsələn də, məsələn, şiənin səhv olmağına baxmayaraq, əqli və nəqli dəlillərlə, belə deyək də, Əhl-i Sünnənin özü ilə özünü. Elə bir məsələ var ki, ortaya qoysa, o məsələ səhv olsa, var bir belə bir məsələ Əhl-i Sünnədə. Yəni, fikri bir mövzuda. Aciz olan. Aciz olan, gözəl başa da. Gözəl. Ümumi bir məsələ var, dəlillə, sübutla. Bütün alimlər deyib, bu belə diyorsun, ixtilaf var orada. Əhl-i Sünnə alimlərdən söhbət gedir. Yəni, elə bir ki, bir məsələdə, məsələn, ittifaq da hamısı. İttifaq söhbət. Yəni, Əhl-i Sünnə alimlər. Yəni, umumən deyirəm ki, mən elə bir islahat apardım. Elə bir misal var, bir Allah mən misal çəkiyor, tutar. Misal, belə primitiv bir misal. Əlləri hara qoymaq. Abu Hanifə deyib ki, əlləri göbəkdən aşağı qoyun. Şaf məsəlində sinədədir, həmbəli sinədədir. Və səhih də odur ki, sinədədir. Sən məsələn deyə bilirsən ki, yəni, bunu Əhl-i Sünnə xətası... Əhl-i Sünnə də anlayıb, fərqi yox. Bütün Əhl-i Sünnənin şeylərində deyil. Sözünü sənəm. Yəni, sən bunu məsələn mənə göstərə bilməzsən ki, bu Əhl-i Sünnətə xətasız göbəkdən aşağı qoymaq. Niyə? Çünki Əhl-i Sünnət alimləri, yəni, sünni deyənlər eləyə bilər. Amma Əhl-i Sünnə alimləri məsələdə ittifaq eləməyib ki, bu hədis zəifdir. Yəni, məsələn, elə bir məsələ göstərər ki, mənə, o məsələdə məhlaq fikri məsələ olsun. Bütün Allah hududundan tanınır, hududunu göstərəcək cəmaata. O məsələlər var. Mən ümumi, mən ona görə demirəm sən bunları. Mən ümumi, yəni bunları... Bir dənə mən məsləhət görürəm, qardaş, buyur. Demədim o məsələni. İzlə yox. Elə o məsələni. Bir dənə təfsir-ül umminə aç, Qələm surəsi 42-ci ayət təfsirinə bax.
Bax, bu verdiğin sual orada cavabı umuz deyir. Nə deyir? Deyir, mən deyir, onu araşdırıb, hatam tapacaq. Sən bir ədiyi ilə nə deyir orada? Yəni ki, orada Allah subhanahu, orada Quranda ayədir ki, baldırın açılacağı o gündə, ayət Quranda, hər kəs səzdəyə çağırılacaq. Kafir olanlardan bu dünyada Allaha səzdə edə bilməyənlərdən başqa səzdə edəcək. Çünki bu dünyada Allaha səzdə elə, yəni səzdə eləməyibsə, eləyə bilmişsə, onun orqası bir düz şey olacaq. Bir dənə get bu ayənin təfsirinə bax. Ummi. Bu ayənin təfsirində deyir ki, Quleyni müəllimi təfsirində maraqlıdır da. Deyir, Allah subhanahu ta'alanın öz zatına layiq bir şəkildə keyfiyyəti bizcə məlum olmayan belə bir sifəti var. Adəm. Yəni ki, o budur məsələsi. Bəli, qum bilir. Əhlüsünnə də bunu bu cürə deyir. Əhlüsünnə də deyir, bəli. Hələ bu cürə ummunu deyir. Ummunun dediyi yox, Allahın bu ad və sifətləri nə əlaqədir? Məsələn, Allahın nuzul sifətini götürür. Geçən son üstəvilində yerüsən səbatının enməsi. Nuzul sifəti. Hansı ayədə toplanda? O hədisdir. Ayədə yoxdur. Yox, o şey kitablarında bəs qədərdir. Həmin hədisi şərh edən bütün şiə alimlərdir ki, Allah subhanahu ta'alanın öz zatına layiq şəkildə nuzul sifəti var. Kuleyni şərh edən bütün alimlərdir. Məclisdir, Əl-Əkbər, Əl-Qıfardır, hamısı deyir. Və Allahın görülməsi. Bir sən necədir? Yəni, mən səndən nə görmüşəm, qardaş? Mən görmüşəm ki, şiələrin nə sırabı yox. Qum tələbəsi olan, elm, öz kitablarından xəbərləri yoxdur. Yoxdur, qardaş. Yəni, biraz da xəbərləri olan, yəni də belə lazımı şeylər. Deyəndə ki, filan, alimlər yox, məhzəbbizi Quranlar, dirəklər, deyib ki, Quran tərif olub, deyib, nə olur? Belə deyir. Çünki özü onu sübut eləməyə ehtiyac yox dağı deyib. Bilir deyib. İşte daha xaslar ki, bilir deyib. Gör nə olur? Vallahi bir dəfə Ramazanda Əmdə Abbaqır açıq idi, 2007-8-dir, bilməm, bu illərdə. Təravih vaxtı, mən də Abbaqırda imamlıq eləyirdim, yəni dəyişirdi, həmin gün mən düşmüşdüm. Nasıl uşaqlar dilər ki, gedək, bir evdə bir qardaşın elində şeydir, söhbət. Biz getdik, oturduq, iftar asıl getmişik. Kim idi? Odur. Mənə elə gəlir, Hacı Elman var, Hacı Elman adilində söhbət eləyib ona. Mənə elə gəlir, o idi. Hacı Elman əsmanlıq alınır. Saç tökülmüş, balacıma saç tökülmüş. 42 yaşı var. Biraz üzü mənim yadıma, yəni bilsən, biraz çox keçir. Amma Hacı Elman olan mən. İnşallah ki, o idi. Yəni adınla soruşubu da öyrənmək olar. Çünki mənə orada Rəşədlə tərbiyədə getmişdi. Onlardan yeni öyrənmək olar, problem deyil. Çünki mən, məsələn, açıq mən deyim, məsələn, mən Zülfiqarla söhbət eləmişəm. Sonra o Zülfiqarla Samin qardaş söhbətini eşitmirsən, yox, Samin ona söhbət eləyəndə, video çəkiblər, mənə uşaqlar zəng edib ki, Zülfiqarla söhbət eləməmsən, mən deyirəm, yox, vallahi yox. Məsələn, söhbət eləmişəm mən, bu adımızını görəndə birinci əli mənə söhbət eləyib, bu mövzuda. Sonra mən bir yaxladım, bir həftədən sonra razılaşdım. O da ki, 2 həftə bundan qabaq bilmişəm ki, o olur. Samin. Yəni bilməmişəm. Bilməmişəm, yox, üzü yaxda qalmırdı. Üstünə çox, mənə gələn uşaqlar deyir ki, necə sən Zülfiqar bizim evdə olmadı. Deyim, o Zülfiqar, sonra yadıma salım ki, o Zülfiqar idi də oxuranda. Belə yəni. Belə 90% bir şey Hacı Elman. Bunun sadəsi. Gəldik, oturduq. 20 dəqiqə söhbət eləmədim mən. Deyəndən sonra ki, təhrif olun, filan, peşməkon, bizim alimlər deyib, bəli, bizim məzhəbin fundamentini atan bu alimlər, belə deyir, rahat. Bunlar hamısı bu etiqadda olublar. Vallahi qardaş, 20 dəqiqədən isə artıq durdum ayağa, mən söhbət eləmirəm. Orada uşaqlar, bu nə şeydir, bu nə hörmət. Bizə, mən də təravihə namaza getməliydik, baxarıq. Pərviz mənə vardı ki, qardaş, eləmirsə oturmursan, yoxsa otur. Nə söhbət eləyib? Üstün vermədim söhbət, ehtiyac yoxdur qardaş artıq. Yəni, ehtiyac var səncə. Mənə elə gələ ehtiyac yoxdur artıq. Nə söhbət eləməyəm. Yəni, bunu belə bəsit yanaşdısa, sırf əqidəvi bəhs edirdinizdə, hə? Sırf əqidəyə aid olanda da yox, əqidə yox, təməl, fundament məsələdir. Yəni, bilsənizə, indi orada hədis elmdən zaten danışmadıq. Hələm giriş kimi buradan girədir. Mən danışmadım. Elə ki, bir qardaş vardı vasitəsində, o danışmışdı onlarına.
Fəqət mən Abbaqırə gələndə uşaqlar bilər ki, sən də get. Getdi, yolda mən bunlar dedim ki, qoy mən birinci bir daha başlayıb, onun reaksiyasını bilim. Yəni, söhbət edilməlidirsə, davam edərsə, edilməlidirsə, mən durub geçirəm. Çünki bilirdim ki, təravihə getməli namazda. Gördüm ki, bu belə danışdı. Zülfüqar elman, hazır elman. Öyle Zülfüqar özü də. İndi elmanı xüsusin bu söhbəti deyirəm. Belə danışdı. Zülfüqar deyib, mənə hazırlaşıb gəlmirsən. Zülfüqar nisiyə gəlib, necə? Təzə bir ay qabaqsa da, yox qardaş, bir ay qabaqsa da mövzu deyil. Bir ay qabaqsa da. Mövzu deyil. Zaten mən, yəni, axı mövzu olanda yaxşıdır, yəni dəqiq olur. Bir o nisiyə gətirəcəm, bir o konkret. İndi mənə deyir ki, sən hazırlaşıb gəlmirsən. Bu söz deyil axı belə. Onunla mən söhbətləmədim, durdum ayağa. Zülfüqar, sən nə danışırsan? Sən bu etiraf eləyirsən və sən belə buna bəsit şey baxarsan. Deyirəm ki, bu deyib ki, bu Quran Muhammed'in nazil olan Quran deyil, nə olsun deyib də. Dedim, sən nə danışırsan, hə? Durdum, söhbətləmədim. 15 deyil mi deyil, nasıl? Çünki mən nə deyim ki, o özü bilir ki, deyiblər, biraz araşdıranlar bilirlər. Bilirsən, soyuq yaxınlaşır söhbəti. Sən deyirsən, elmi olursan, Rus demiş, davamız ki, heç vecnə döyür. Ondan yenə də onu deyirəm ki, yəni, bunlar lap sabit olandan sonra ki, bu cürə deyib, qulaq asda. İndi bir ümumi bir məxrəcə gəlib. Məsələn, yeni bir məzhəb kimi çıxır da bu ortaya. Yəni, ya sırf olaraq bütünlüklə bu əqidə tamamən saxlala bilməz axı. Burada nəsə tamamən köklü şəkildə... Mən köklü şəkildə... Mən o şəkildə var. Niyə görə? İndi bir misal çəkirəm. Bu gedilən yolda təvəssülün tamamən köklü şəkildə inkar olunması, bu gedilən yolda və yaxud Allahın sifətləri barəsində elmi bəsdir. Ümumiyyətlə, ixtilaflı məsələlərin hamısının köklü şəkildə səhv olması... Mən onu ispat edirəm. Bilirsiniz necə qardaş? 9 mərtəbəli binadır. Fundament xarab. Binadan nə söhbət, nə danışır mən? Yox, sən mən bir onu dedim də, deyirəm sənə ki, yəni demirsən fundament xarabdır. Tərifi tək demirəm, ha. Tərifi tək demirəm. Mən bir səhv edirəm, qardaş. Mən deyirəm ki, şiə kitablarında olan o 4 hədis kitabında olan 44 hədis var, ha. İndi ola bilər, bəzilə uyğun gəlir, səhiyyə, o demirəm. Mən ümumilikdə deyirəm. Əhl-i Beytin adından uydurulub bu məzhəb. Mən bunu açıq deyirəm. Əhl-i Beytin radiyallahu anhu, Allah ondan hamısına razı olsun, ondan adından uydurulub. Əhl-i Beyt sözdə nə getir məsələn? Əhl-i Beyt bizdə biraz geniş məfhumdur. Ən azından, yəni, Əhl-i Beyt deyənin, ən azından Cəfər Sadiq, Muhammed Baqir, Zeynul Abidin, ən azından bunları gəlir də. Yox, onlardan sonra Əhl-i Beyt. Yəni, mən bu elmi söhbəti... Yəni, demək istəyəm ki, siz onları qəbul edirsə, Cəfər Sadiq əleyhissalam Əhl-i Beytdən də. Əlbəttə ki, qəbul edirsə. Onları inkar edən qədər dindən çıxmış olur. Əhl-i qardaş, Əhl-i bu İbn Teymiyənin Aqidət-ül Vasatiyyəsində də var, İbn Teymiyənin. İbn Teymiyyə Minhəc sünnəsində də var, Fatavasında da var. Aqidət-ü Taviyyədə Taviyyədə deyir. İmam Əhməd usulü bütün əqidə kitablarında Əhl-i sünnədə. Hətta bir dənə məşhur əqidə var. Aqidətə daxil olanlar, yəni Əhl-i sünnəyə görə Əhl-i Beyti sevmək imandandır. Əhl-i Beytin qəbul etmək nifaqdan da küfürdən. Məsumluqları qəbul olunmayır. Peyğəmbər sallallahu əleyhi və səlləmdən peyğəmbərlərdən başqa heç kəs məsum deyil. İstər Əli, istər Fatimə və digərləri. Heç kəs məsum deyil. Amma məsumu bir dənə peyğəmbərə məxsus. Peyğəmbərlərə. Və mən, yəni ki, bizim peyğəmbər sallallahu əleyhi və ismətlidir. Yəni o günah başlayılmaz onun. Bu məsələn burada bir dənə məndə sual ortaya çıxır. Bir də o sual yəni deyəcəksən fərdi sualdır, ona görə yox. Yəni bu fərdi sual deyil. Niyə görə? Çünki Şiə məzhəbində icma ilə qəbul edilən şeydir. İndi deyəcəm. Məsələn Şiə məzhəbində imamlar əfsəldir, yoxsa peyğəmbərlər. Bir icmadır. Heç bir ixtilaf yoxdur bunda. Mən cavabını bilirəm. Şiə məzhəbində bax 12 imam əfsəldir, yoxsa peyğəmbərlər. Yəni Muhammed sallallahu əleyhi və səlləmə çıxmaq şərti ilə o bir peyğəmbərlər nəzərdə tuturam. İmamlar üstündür, yoxsa peyğəmbərlər. Mən Həzrət Əli əleyhissalam barəsində oxumuşam ki, yəni bir çox peyğəmbərlərdən üstündür. Yəni belə oxumusan. Mən bunu sən deyirəm, bu sözümün də arxasındayam. Şiə məzhəbində bu ittifaqdır ki, bunlar universitetdə də keçmişik belə də araşdıranda bu məndə burada Xomeynin fitvası da var. Xomeyn deyir ki, bizim hukumat-ül İslamiyyədə, həmin kitabında deyir ki, ərəbcə kitabında, deyir ki, bizim etiqadın zəruriyyətlərindən də biri budur ki, imamlar bütün peyğəmbərlərdən əfsəldir. Bir dənə Muhammed sallallahu aleyhi ve sellemlə deyiblər, eyni səviyyədədir. Hətta bəzi müəlliflər olub ki, Əlini və ya Hüseyni peyğəmbərdən də əfsəl görənlər olub. Məsələn, Hocaq Nicat var, ha. Kitabı çıxarıb Kərbala vardı 2004. Orada açıq aydın deyir ki, Allah Subhanahu taala İmam Hüseyni hətta elə bir dərəcə nəsib edib ki, peyğəmbər belə o dərəcəyə çata bilməz. Sənət və cəhənnəm gözü. Yox, konkret. O önemli deyil. İttifaqla olan şey deyirəm ki, deyirlər ki, bütün alimlər Şeyx Saduq
etiqadında, Şeyx Sadıqın etiqadının mövzudur. Şeyx Sadıq etiqadında, Mufidin, Şeyx Sadığın etiqadında laf dəhşət. O verirsən, problem yox. Yəni xülasə o Şeyx Sadığın etiqad kitabında da dəhşətlər var. Orada mən yazmışam. Məsələn, Şeyx Sadıq etiqad kitabı yazıb. Bu Şiə məzhəbində necə qəbul edilir bu kitab? Sənəddir də, etiqad üzrə sənəddir. Düzdürmü? Şeyx Sadığın öz tələbəsi Mufid gəlir. O kitaba rədd yazır. Səhihul etiqad. O etiqad isə 90 məsələdə o ustaddan müxalif olur. Hələm etiqadı məsələdə. İndi hansıdır Cəfərin etiqadı? Adam qalır belə. Yəni, icman olan budur ki, Muhammed s.ə.v-lə eyni səviyyədədirlər. Bütün peyğəmbərlərdən əksədirlər imamlar. Çox ucuz istəyirəm. Orada bir dənə mən ocaq nizadının öz peyğəmbərlərdən üstün görürəm. Danışdığın şeydir. Yox, nizad qoy qıraqa. Orada deməli, məsələn, tarixdə baş verən hadisələr, ümumiyyətlə bu əhl-i sünnət, bunlar hamısı düz deyərsən, indi sənədlərlə mən bir söz demirəm. Çünki mən onlar barədə bir şey deyirsən, bir sənəd deyərəm. Amma məsələ ondan ibarətdir ki, deyirlər deyirsin ki, rəyləri onların qəbul olunmuyor. Məsələn də o sahabə, yox, bax, qardaş, bir də məsələ. Nizad elmi şəkildə danışaq. Mən bilirsən, bir var şəxin, belə söz verirsən, belə sözü bilmək üçün deyirəm. Usul-i fiqhdə qaydadır. Sahabənin şəxsi rəyi hüccət deyil. Sahabə şəxsi rəyi və şəxsi əməli. Cavab budur ki, sahabənin peyğəmbərdən rəvayəti hüccətdir. Çünki sahabənin sözü deyil, peyğəmbərin sözü. Məsələn, sahabə deyir ki, mən gördüm, peyğəmbər belə namaz qıldı, belə elədi. O peyğəmbər elədi. O özü. Bizdə var ki, şərtli şərtdir, əhl-i sünnədə də. Səhih hədisin gəlməsinə görə. Adillik şərtdir, bir Allahdan. Adillikdən danışdıq. Amma ki, bir də var, sahabənin bir alim olaraq, məsələn, sahabələr içərisində İbn Abbas kimi, İbn Məsud kimi, Əli kimi, İbn Kâb kimi Quran təfsirində və yaxud hədis rəvayətində başqa, yəni silsilən sahabələr vardır. Bir də var, alim olaraq sahabənin öz ictihadı. Öz ictihadında orada baxılır. Əgər sahabənin sözü, yəni məsələn bir məsələdir, o məsələ ilə əlaqəli heç bir dəlil yoxdur. Dəlil yoxdur, bir dənə sahabənin sözü gəlir. Onda bir sahabənin sözünü hüccət götürürük. O mənada ki, məsələn, bu misal deyim sənə, belə şeylər, və məsələn, bir məsələdə hədis gəlir, hədis zəifdir. Amma onu dəstəkləyən sahabənin öz şəxsi rəyi var. Sahabə sözdə var ki, ədalətsiz olsun, hədisi qəbul olunsun. Əhl-i görə sahabələr adildir. Yəni, fərqi yoxdur, peyğəmbərin üstünə qışqırsın, fərqi yoxdur. Məsələn deyir, amma yəni ki, eləməyiblər də var. Və ya bu hədislər ki, gəlir. Sahabələrin adil olmağı mövzusu, mən bu vardır, sadən var. Bundan da yemişdim. Sahabələr vardır. Orada sırf bir dənə mövzu budur. Sahabələrin adilliyinin isbatı. İnşallah onu verərəm. Hədis zadı yox. Nəs Quranla. Və şirk kitablarıyla. Yəni, baxmayaraq, Quranla. Bax, adillik məhfum başqa şeydir. Bax, siz bunu çox demirəm, elə Şiə məzhəbindəki olan rical hədis elminə baxın, adillik məhfumu nədir? Adillik məhfumu hədis rəvayətində əsas necə? İnsan böyük günah eləyə bilər. Peyğəmbərlərdən başqa hər kəs xəta eləyəndir. Məsələn, insan ola bilər, məsələn də, tutaq ki, şeytan hazırı gəzər, zinə eləyər, misal üçün. Bu o deməkdir ki, o yalancıdır, yəni adillik sifəti qalxdı, cavab yox. Düzdürmü? Bəs bu deyirəm. Adillik sifəti başqa şeydir. Yəni, Peyğəmbərdən hədis uydurub-uydurmaması, sözün doğru olub-olmaması, hifsinin güclü olub-olmaması, aldığını düzgün nəql edib etməməsi və s. Mən, qardaşım, hətta elədir. O da adilliyi vəsfi qaxtarıqlar. O da hədis uydurandır. Həmin risalədə Quran ayələri ilə məntiq və bir də Peyğəmbər şiə kitablarında olan nəqillərlə sahabələrin adilliyi ispat olunur. Qardaş, bax, sahabələr iki hissədir. Mühacirlər və ənsarlar. Allah subhanətələ deyir ki, biz deyirik böyle sahabe, Allah subhanətələ deyir ki, Ya eyyuhəl-ləzîn əmənu, la tərfa'un əsvatakum fəvqə səvtin nəbi. Ey iman edənlər, səsinizi Allah Rasulun səsindən yuxarı qaldırmayın. Bu ayə niyə nazil oldu? Sahabələrdən biri danışanda möhkəm danışırdı Peyğəmbərin yanında.
İndi biz götürək ki, sahabəni görürsən, hətta ayda deyir ki, bilmədən əməlləriniz pis olar. İndi biz durub sahabəni ki, yox, Allah subhanətlə tərbiyələndirir. Gör necədir? Ya yuhəllezine əmənu, ey möminlər. Peyğəmbərdən səsini ucaqda qaldıranı mömin deyir Allah. Düzdürmü? Xata bunu olsun. Hələ bu sahabələrin şərəfidir ki, Allah Əmənlə billəh sözü kimi gəlir orada. Ya yuhəllezine əmənu. Əmənlə billəh söhbəti var ki, lə tu'minu. Belə Bəqərə surəsində. Qardaş, şimdi o, yox, ya yuhəllezine əmənu xitabı kimədir? Ya yuhənnəs, ya yuhəllezine. Git təfsirdə inşallah var. Məsələn, yəni Allah təala deyir ki, onlar deyirlər iman gətirdik. Amma onlar iman gətirməyiblər. Düz, amma Allah subhanətlə onları necə xitab edir? Allah ki, qəlblərini bilir. Ya yuhəllezine əmənu. Ey iman edənlər. Xitabı bu cürdür. Allah qəlbləri bilmir. Deyər ki, ey münafiqlər. Ne onun söz yox. Və salam, Allah subhanətlə onları mömin adlandırır. Peyğəmbərdən səsini yüksək qaldıran iman əhlidir. Amma bu qardaş, onun şərəfidir ki, etdiyi xətanı Allah düzəsdir. Allahın tərbiyəsi altındadır. Sahabələrin şərəfi ilə bundadır. Yəni, Allah sırası deyil. Onun deməli, axırında da, axır necə gəlir, onlar ağılsızlar. Münafiqlər barədə nazil olan ayələni deyirsən? Xeyr, onlar Quranda bir dənə sən axırını demənə o... Qulləm tuslimu. Quran yoxdur üstə, bu da. Sən tərcümə edinə deyil. Təxminən onun axırı gəlir ki, həmən o adamlar ki, bu cürədlər, varsa həmən ayənin, Lə yaqilun. Hələ bir söz, o kimi ayə olur. O həmən ağılsız, onlara yuxarıdakılara aid olur. Qoy elə həmin sahabi olsun. Ağılsızdır. Lə yaqilun. Hə? Necə? Ağılsızdır. Allah subhanətlə, yox, mən deyirəm ki, Allah hələ onlara da aid olsa. Burada nə var ki? Allah subhanətlə deyir ki, onlar bilmirlər. Lə yaqilun nədir? Onlar bilmirlər. İnsan bilmədən bir şey də bilməz. Niyə də bilməz ki? Sən dinən ki, qardaş, sən dinən ki, lə yaqilun onlar idrak eləmirlər. Burada bir şey axtarmağa ehtiyac yoxdur. Yəni, ərəbində bu normal bir şeydir. Sən dinən ki, həmin sahabə, qardaş. Yəni, izah edirsən, deyirsən, burada bilə gələndən sonra... Lə yaqilun nədir? Yaxşı. Yoxdur, söhbət ondan gedir. Lə yaqilun nədir? Yəni, bunu Allah təala ağılsız kimi qərar. Ağılsız deyil axı, qardaş. Onlar idrak eləmirlər, başa düşmürlər bunu. Lə yaqilun. Və bir də sən denən həmin sahabə və ayə nazil olandan sonra reaksiyası necə oldu? Sahabə adı yadından çıxıb. Yəni, təfsir kitabında var. Yox. Xı hərfinə gələn bir sahabədir. Və bu ayə nazil olandan sonra sahabə deyirdi ki, dediyim sahabə, yəni, o onun haqqında nazil olmuşdu, ən çox səsində qaldıran bu idi. Daha Peyğəmbər sallallahu aleyhi ve sellem yanında danışmağı qorxurdu. Bu aydan sonra. Tərbiyələnmişdi. Bundan söhbət gelmir. Biz Qurandakı ayələrə baxaq. Şiə məzhəbinin imamiyyə etiqadına gəl baxaq. Əhl-i sünnətin sahabələr barədə etiqadına baxaq. Əhl-i sünnətin sahabələr barədə olan etiqadını Quran təsdiqləyir. Şiənin imamiyyə barədə olan etiqadını heç birini Quran təsdiqləmir. Məsələn, Quranda o boyda ayə var sahabələr haqda. Tövbə 100. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنصَارِ وَاتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Quran deyir bunu. Ona da izahat lazımdır. Quran deyir ki, onun təfsiri oxumaq lazım. Təfsiri qardaş, Quran bir möhkəm ayələrdən danışırıq. Yox, sizin nəzərinizdə, sizin öz, yəni əhl-i sünnənin nəzərində... Yaxşı, onu qoyub mən deyim, baxın, möhkəm deyə mütəşabih. Biz bu dəqiqə hazır olan evdə yaşayırıq da, yəni İslamı ev kimi nəzərdə tutsaq. Yox, siz niyə bu cürə izah edir, onun söz yox. Yəni siz öz bildiyiniz mövzuda izah edirsiniz. Qardaş, mən bildiyim şeydə konkret dəlil, mühkəm, heç bir şey qabağında dura bilməz bu ayələrin. Heç bir şey. İstəyərdim ki, bir dənə nəsə gətirin. 2 dənə ayə deyəsəm. Mümkün yoxdur. Təşvini təşvir iradəni qəbul edirsiniz, söz. Əlbəttə ki. Yəni, Əhl-i Beyt ayəsi var. O mövzu, yəni bu mövzunun əlaqəsi var, yəni. Yox, onu demirəm, yəni məsələsini. Bu mövzunun əlaqəsi yoxdur, yəni. Məsələn, o ayəni açıq aydın oxusan qardaş, mən sənə demək istəyirəm. Mən demək istəyirəm ki, sahabələr barədə bu qədər ayələr nasıl olub? Qəbul olunmur. O dəfə Məşədə İlxan deyir ki, Əbubəkr Ömər barədə belədir sinalar. Nəysə, qəbul olunmur. Amma imamlar barədə, imamiyyə barədə, hətta sahabə Zeydin adı Quranda çəkilir. Yeganə sahabədir ki, Zeyd Quranda adı çəkilir. Şüyələr necə söyürlər onu? Yeganə sahabədir Quranda. Peyğəmbərin əmsinin adı Quranda çəkilir. Yox, necə çəkilir adı? Mömin kimi, kafir kimi.
Mən demirəm o. Yeganə sahabə ki, Quranda adı çəkilir. Adı Quranda çəkilir, nə şək deyil. Yəni o Mömin olaraq çəkilir. O mənazı yığmır. Sən onu deyirsən ki, mən bu mənada deyirəm. Bu mənada deyirəm. Yəni sahabələr içərisində iman yeganə hətta onu belə söylürlər. Hətta onu belə iman əhli arasından, sahabələr arasından mömin olaraq vəsf edilən adı belə çəkilən Əhzab surəsindədir. Zeydin adı çəkilir. Ayənin əvvəlini deyil. Ayədə gəlir ki, Allah yəni Peyğəmbər sallallahu əleyhi və səlləm ki, Zeydin zövcəsini evlənmir. Bəli, möminlərə çətinlik olmasın. Hə. Buna görə nazil olur və o ayədə də Zeydin adı çəkilir. Mömin olaraq. Amma onun zövcəsini evlənmir. Olmağı mənasında yəni orada onun kafirliyinə dəlilin var, qardaş, əsl dəlilin var. Onu demirəm. Yəni sən deyirsən ki, sənin dəlilin neydi ki, o barədə mömin deyil. Üçün onun əksini demirəm. Dəlil sən gətirməlisən. Mən yox bilsən deyə. Mömin üçün əsl olan nədir? Adillik. Müsəlman üçün əsl olan onun əksinə deyən dəlil gətirməlidir. Məsələn, mən dəlil gətirməliyəm ki, mən düz danışamam. Yox. Əgər sən yalanmı iddia edirsənsə, dəlili sən gətirməlisən. Və sonra usul adı şeydir. Sən deyirsənsə ki, Zeyd budur, sən dəlil gətirməlisən. Yox, mən demədim axı. Mən dedim ki, sən deyirsən ki, Əbu Ləhəbi də adını, Əbu Ləhəblə qiyas elədi. Nə Zeydi sahabə? Zeyd Quranın katiblərindən sahabə qiyas elədi. O sözü sonra dedin ki, mömin oldu. Sözün qardaş xatadı axı. Yox, mömin oldu, sonra mömin oldu. Mən dedim ki, qardaş, bax, qulağız indiyim sənə. Yəni kafir kimi onu deyil. Mən danışığımı bilirəm. Əvvəldən sən deyirsən ki, o mövzudur deyil bu söhbət artıq. Sən dedin ki, Zeydin adı Quranda gəlir. Bəli, fəxr deyir, o dedim ki, qiyamətə sən oxulan Quranda yeganə sahibi. Quranda kəlmə elədir. Quranda kəlmə, biri var təbbət yedə, bu türə gəlir. Qardaş, birində var, biri var Quranda qardaş, təbbət yedə Əbi Ləhəbin və sən dedin sonradan ki, mömin kimi gəlir. Mən söz deyim. Yox, heç nə deməli. Məsələn, şimdi mən də həmin məsələyə qaydıram ki, yəni, amma Zeydi tən eləyirlər. Zeydə, o Quran tərifini deyən alimlər. Çünki Quranı Abbaqın dövründə yazan Zeyd oldu axı. Yəni, Peyğəmbərin zamanında ən əsas katiblərindən biri idi. Bu, indi əlimizdə olan Quranın katibi Zeyddir. Zeyd ibn Sabit. Radiyallahu anhu. Və hətta şiələrdə bunun barədə nə götürürlər, nə istəyirlər? Hətta deyirlər ki, Zeyd özü adını yazıb orada. Yəni ki, Əhzab surəsində Quranda var, Allahu Akbar. Küçük kitablardır. Quran tərifində hamısını bunu deyib. Hələ ihticac, Əl-Vafiq, qarşıyan hamısını. Yəni, bütün bu kutubu... O, hamısında. Kutubda var. Hamısında. Zeyd öz adını yazıb. Bir də sahabilər var, deyirsən, yanmışlar. Onlar da ayet var idi. Peyğəmbər Allah'ın səllələ Muhammed sallallahu aleyhi ve sellem rəhmətə gedəndən sonra İmam Əlini bu mənim yadımda da görə 20 il yoxsa 40 il lənətliyirlər. Hiç öyle bir hədis? Yox, tarixdə demək istəyir ki, Həzrət Əli Əsam lənətlənib. Tarixdə. Kim tərəfindən? Ümumiyyətlə, insanlar tərəfindən. Nasiblər lənətliyir. Nasiblər lənətliyir. Yox. Yox. Olmuyor qətiyyən. Sən sualı verdin, başa düşdüm qətiyyən. Yalan şeylər, o xəlifələrdən sonrakılar başlayıb da, Muaviyyənin zatını dövüşür. Bilmirəm. Muaviyyəni bir sahabə kimi qabıl edir. Muaviyyə sahabədir, bəli. Həzrət Əli ilə dövüşüb, dövüşməyinə baxmayaraq. Allah Subhanahu Quranda deyir: "Və in taifatan minəl mu'minin iqtatalu fa aslihu beynəhuma." Möminlərdən iki dəstə bir-birlərlə savaşsalar ki, Allah Subhanahu bir-birlərinə savaşan iki dəstəyə də mömindir. Və sonra dedi ki: "Fa in bagad ihtahuma." Onlardan biri haqsız olub, bağlı olsa, kes haqlı tərəfə, haqsız tərəflə vuruş, innəməl mu'minun ixfa. Yəni möminlər qardaşdılar. Hicrət 9:10. Burada nə var ki? Əhl-Sünnə deyir ki, bəli, o məsələdə Muaviyyə haqsız idi. Ondan söhbət getmir ki. Amma onun haqsız olması, onun yəni kafir olmasıdır. Quran-ı Kərim açıq aydın, hətta Şafi deyir ki, arada bu ayəni oxuyanda elə bilirəm ki, bu məsələdən asıl olur. Sonra işi istəyirdi də. Nəsə tapdın. O ayət Hucurat 9:10. Qardaş, bir dəfə deyəm. Bütün möminlər arasında. Hucurat 9:10. Quran ayələri. Şafi deyir ki, hətta bu ayəni oxuyanda elə bilirəm ki, bundan vaxtdan asıl olur. Çünki bu ayə nazil olsa da, o vaxtda sən bundan qabaq bu olmamışdı axı. Qardaş, bir dəfə sual verin. Kimin sözü hüccət deyil. Yox, bu məsələdə mənim üçün hüccət olur, nə sözdür? Alimin sözü çox gözəl sözdür. Bu vaxtacan, bu vaxtacan o döyüşdən qabaq, qardaş, o döyüşdən qabaq,
Şafi əhl-i-sünnətin imamlarındandır. O döyüşdən qabaq, yəni müsəlman dəstələri arasında hərb olmuşdu. Nə döyüşüydü o? Adı neydi döyüşün? Cəmal Siffin. Cəmal Siffin. Yəni Şafi deyir ki, bu ayəni oxuyanda sanki mənə elə gəlir ki, o haqdan asıl olur. Yəni Allah Subhanahu taala açıq aydın deyir ki, möminlərdən iki də, yəni bir-birlərini hərb edən, hətta deyir ki, biri bağıdır, bağı bilsən nədir? Hətta aşan. Yəni aydın haqsız aşan. Hər iki dəstəyə də mömin deyir. Hətta sonra deyir ki, möminlər qardaşdırlar. Deyir, girin qardaşlarınızın arasında, onları barışdırın. Və qayda qoyur ki, alınmasa kəs haqlı tərəfə, haqsız tərəflə vuruş. Bunları qardaşlıqdan, möminlikdən çıxartmadı ki, Quran deyir. Möminlə sonra vuruşursan da oynan. O kafir deyil mi yəni də vuruşursan oynan? Qətiyyən kafir deyil, xeyr. İraqla İran vuruş deyə, hansı kafir oldu? İran-İraq müharibəsində. Hansı kafir oldu, qardaş? Kafir oldu. Şübhələr bir-birlərini qırırdılar. Qırırsınlar. İndi mənə qulaq as. Hansı tərəf kafir oldu? Yox, qoysan mənə bir dəqiqədə. Sən sual verəcək. Bu müasir məsələdən qalıb. Bilirsən, Allah nədən ibarət? Mən bir sənədim istəyirəm. Bugün söhbət düşəndə deyirlər ki, Peyğəmbərin cənazəsi ortada qalmışdı. Getdilər xilafət məsələsini həllədilər. Xumeyninin cənazəsi ortada qala-qala xilafət məsələsini həllədilər müasir məsələdə. Niyə? Niyə gedib bastırmadılar Xumeynini? Yəni bizə qədimdən danışırlar, müasir qalıb ortada. Xumeyndə də elə oldu. Xumeynin cənazəsini bastırmadılar, ta ki rəhbər məsələsini həllədilər. Oldu qardaş, oldu. Mən sana sözlərimin müqabilində bir söz demirəm. Qulaq asın. Bax demişsən, Həzrət Peyğəmbər sallallahu nə deyirdi, mənim də yadımdan çıxıyor. İki mömin bir-birlərinə kafir. Savaşsalar. Maşallah. O məsələn, o qabaqdakı dəstə mömindir. Bəli. Keçdim bu dəstə. İkisi də mömindir. Bəli, Allah qeyd Quranlar. Bəli. Keçdim bu dəstəyə. Döyüşdü o dəstə ilə. Oradakiları öldürdü. Onlar elə mömin kimi öldürür. Necə? Bəli, mömindirlər. Hər ikisi də mömindir. Fəqət, hətta şeir kitablarında belə, hətta Nəhcül Balağada belə var. Nəhcül Balağada belə var ki, deməli, Nəhcül Balağada bax, deyim, xatırla, yadımda deyil belə, deyim, xatırla. Ümumiyyətlə, bir dənə şey deyəcəm, bunu xatırla, yadva düşürək yox. Əlinin qoşununda olan möminlər, Muaviyyənin ortasına Şam əhlidə, söyəndə, Əli nə dedi onlara? Xatırla gəlir. Xutbə bilirsiniz? Yox. Onlar bizim qardaşlarımızdır. Mömin qardaşlarımız. Qalağan nədir söyləməyi. Fikirlərində... Süfeyndə? Hədə? Həndə Süfeyn deyil. Dəqiq Süfeyndi. Süfeyn də muaviyyən olur. Həndə Süfeyn, hə. Fəqət fikirlərində xəta ediblər. Bizim məqsədimiz onları bu xətalarından döndərməkdir. Əksər bugünkü şey tarixi hamısında var. Yəni, lazım olan inşallah gətirərəm, problem deyil. Əli deyil bu sözü. Əlinin dediyi sözü əməl olunmur onda. Əli qadağan yox söyləmək, o söyləyir. Niyə? Bir şey var. Tabeliyyin altında qalıb, məsəl üçün, mən sənin ordunda iştirak edirəm, mənə də gün. Sənin tabeliçiliyindəyim də. Sən mənə başa salmışsan ki, mənə doldurmuşsan beynimi, gedirəm bunun üstünə. Birinci bax istəyirəm. Əsas sərkərdədən gedir söhbət. Demədi ki, Muaviyyənin sınaq şərti. Bir dənə şey deyim sənə qədər. İmam Əli. Buyurun, mütəammidən bir dənə sən Buyurun, mən maraqlı onu görəcəm. Kim bilirdə var? Bu bir şahın ayə var. Bilmirəm hansı ayədir Quranda. Bir kəs mütəammidən. Mən qatələ müminən mütəammidən fəcəzəuhu cəhənnəmə xalidinə fiyhə əbədə. Yaxşı, Quran-ı Kərimdə bax. Ayəni. İndi ged o ayənin bir dənə öz kitablarınızda təfsirinə bax. Və ya. Bəqərə surəsində olan ayə. Bax, məsələn, bir... İzah edəyəm. Yaxşı, mən sənə indi izahını verirəm. Mömini yəni qətlə etdirmək. İzahını verirəm. Mütəammidən orada nədir? Bütün təfsirçilər bunun üzərində durur. Çünki, məsələn, İslamda aydındır. Mən uzaqda, məsələn, bunu öldürsəm, sən də bunun doğma qardaşsan. Mən bunu öldürsəm, mən qatiləm, bu məqtul, öldürən, öldürülən. Bu mənim hökmüm İslamda qatilin hökmü nədir? Ənnən nəfsə bin nəfsi, vəl-aynə bil-ayni, vəl-ənfə bil-ənfi, vəl-udunə bil-udunə, vəl-sinə bil-sinə, vəl-curuha qısas. Cana can. Buna görə qısas mən öldürülməliyəm. Bu bir. Və ya mən bunun qardaşına, ev əhlinə pul ödəməliyəm, qan pulu. Əgər o istəsə, bağışlasa, mən azad olmalıyam ya da ki, öz könlü ilə. Hər bir halda mən mömini öldürmüşəm.
Mən qatil, Allah Quranda mən qatilə bilsən nə deyir? Deyir ki, ufiyələhu min əxihi. Öldürülənin əhli əgər öz qardaşını bağışlasa, mömin qardaşını. Məqtulun öldürülənin qardaşı, əhli, mən qatil onun qardaşı oldum. Ufiyələhu min əxihi. Öz qardaşını, mömin qardaşını bağışlasa, yəni Allah Subhanahu qatilə öldürülənin ailəsinin qardaşı deyil. Onu öldürsə də qatil olsa da dində qardaşıdır. Bu ayədir Quranda. Və ya Hucurat surəsi 9-10. Açıq aydın deyir, amma mömindir və qardaşlar. Ona görə o ayədə də mütəammidən bütün təfsirçilər deyir ki, burada söhbət nədən gedir? Söhbət. Onun qanını, onu kafir bilərək, qanını o cür halal bilərək öldürmək. Bunu müsəlman görmədən, kafir görərək nə demək? Yəni, bunu mömin Niyə sayılır? Mütəammidən var ha, bilərəkdən. Bu ayənin məsələdən fikir təfsirinə bax və salam. Bir bu ayəni, Niyə burada var təfsiri? Çünki olsa bir-birini kafir görür daxil qardaş. Mən dediyim odur ki, o ayəni deyirsən mənə. O ayədə gəlir ki, mən qatilə müminən mütəammidən, kim bir mümini bilərəkdən öldürsə, mütəammidən bilərəkdən, kafir bilərək, qanlı halal bilərək öldürməkdən gedir. Kafir bilir. Kafir nəfər hələ havadan bilir. Yəni deyir ki, bu küfr elədir də. Bax, öz nəfsinə nə? Haqsız yerə. Haqsız yerə. Haqsız yerə. Məsələn, mümini kafir bilir, amma həqiqətdə o mümindir. Başa düşdün? Yəni, məsələn, mən bunu kafir bilirəm. İndi Muaviyə öldürüləndə, məsələn deyirəm, Muaviyəni qorxan döyüşdə, o kafir qismində öldürülür olar. Xeyr. Orada mütəammidən aid olan bir şey yox. Xeyr. O tamam başqa döyüşdür. O tamam başqa döyüşə aid deyil. O ümumiyyətlə... Yəni, bu müharibə, bu əhval, o aidiyyat yox. Qətiyyət. O mümin idi. Muaviyyən dəstəsindəkilər də hamısı müsəlmandır, əlin dəstəsindəkilər. Qədər əli burada öldürən onun qardaşı. Bəli, qardaşıydı, müsəlman qardaşıydı. O da mümin idi, onu da öldürdü. Bəli, o da mümin idi. Qəsdən öldürdü də. Qardaş. İndi onun yeri əbədi cəhənnəm olur o mümin yeri. Niyə? Mütəammidə fəcədə o nəfər axırı da ayəni. Qardaş, sən inşallah o ayəni getir. Sizin axırı da ayəni, xahiş edirəm. Fəcəzəhu xalidinə fiyhə əbədə. Xalidinə indi get təfsirinə bax. Yəni əbədi orada qalacaq qardaş. Yaxşı, deyən üz üstə. Əbədini izah edirəm. Sənə ayə deyirəm. Yox, izah elə. İzah edirəm, ayəni izah edirəm. Biyadın dedim, Quranla təfsir edir. İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma duna zalika limen yasha. Necə? Yəni, müsəlmanı öldürmək əbədi cəhənnəmli idi. Amma Allah Subhanahu əksin deyir axı. Quran deyir ki, yeganə bir günahdır. Yeganə bir dənə günah var. Hansı günahdır? Şirk. Allah onu bağışlamayacaq. İnna Allah la yaghfiru an yushraka bihi. Allah qiyamət günü ona şərik qoşulmasını bağışlamayacaq. Və yaghfiru ma duna zalika limen yasha. Bundan başqasını istəyəni bağışlayacaq. İnnehu men yushrik billahi faqad harramallahu alayhi cənnə. Kim Allah'a şərik qoşdu, cənnət ona haramdır. Şirkdən başqa heç bir və konkret məsələ ayə var ki وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي إِلَّا بِالْحَقِّ وَلَا يَصْنُونَ وَمَنْ يَفْعَلَ ذَلِكَ يَلْقَ أَثَامًا. Kim Allah'a şərik qoşsa, məsələn, kim orada sonra gəlir zinadan və adam öldürməkdən, haqsız yerə. Bunun yeri cəhənnəmli idi, tövbə edənlərdən başqa. İllə mən təbə və əmənə və amiləs. Bu Xalidin sözü Quranın hər bir yerində məhdudlaşır ki, müəyyən qədər qalacaq cənnətdə, cəhənnəmdə. Hər bir yerində bu işlənib bu söz? Yox. Onu təfsirçilər ona görə götürürlər. Hansı, məsələn, tutaq ki, Xalidinə fiyhə əbədə burada, onu heç bir alim deməyib. Burada deməli müvəqqətidir başqa yerlərdə. Niyə görə deməyiblərdir? Çünki bunu müvəqqəti edən bu sadaladığım dəlillərdir. Və başqa ailə də. Bunlar bunu müvəqqət edir ki, bu Xalidin sözü, bu əbədi söz deyil mi? Xalidin çünki müvəqqət əbədi yox, qardaş. Ərəb dilində xalidinə fiyhə mənalarından biri də bir yerdə uzun qalmağa deyirlər. Uzun müddət, çox müddət qalmağa deyirlər. Bu mənada da ərəbində işlənir. Yəni bu əbədiliyə işarə ola bilər? Yox. Başqa yerlərdə bu Xalidindən əbədi kimi istifadə olunur. Şirk və küfür üçün.
Orada adam... Yəni, bunu demək istəyir ki, bu Xalidin sırf bir dənə müvəqqəti, uzun, o sizin rivaza aid verir də. Yəni ki, var ki, bu Xalidin başqa bir Quranın başqa bir yerində, o bütün əbədi olaraq... Təbii bəsinə. Amma burada niyə görə belədir? Quranda başqa bir Allah dediyim ayələrə görə. Məsələn, mən sizə bir ayə deyim. Həşr surəsi 18-ci ayə. Ləqad, məsələn, bizə deyirlər ki, niyə radiyallahu anhu deyirsiniz, sahabilər vardır. Allah subhanət hala deyir ki, Ləqad radiyallahu anil mu'minina iz yubayyi'unaka tahta ash-shajara. Düzdürmü? Bu ayə nazil olmuşdu Hudeybiyyə sülhündə. Hudeybiyyə sülhündə... O ağac sonradan kesildi, atıldı. Bəli. Hudeybiyyə sülhündə ağacın altında Peyğəmbər sallallahu aleyhi ve sellem biyyət edilmişdi. Və o biyyətdə 1500'e yaxın sahabı var. 1500'e. Abu Bakr Ömer hamısı oradaydı. Ali, Talha, Zübeyir hamısı oradaydı. Və Allah subhanahu ta'ala deyir ki ləqad feyli, ləqad və qad və ləqad madinə gələndə aydın demədi. Qətili ifadə edir. Ləqad radiyallahu anil mu'minin İz yubayyi'unaka Madinə gələndə necə olur? Madinə gələndə qətili bildirir. Qətiyyət. Müdarinə gələndə çox vaxt bəziliyi bildirir. Təbii. Məsələn, qad yarda, bəzən razı olur. Və ya ihtimal ifadə edilir o sözdə. Yəni, ittifaqdır, bu qramatda. Qara'nəhu Fəbəs-salamda, mən axı Qutardır, Fəbəs-salam, oxuyub. Yəni, bu keçmiş zamanla nöqtəni qoyursan. Ləqad gücləndirir. Allah subhanətələ deyir, ləqad keçmiş zamanla. Radiyallah anil mu'minin. Allah deyir, ağacın altında sənə biyyət edən möminlərdən artıq razı oldu. Bugün, bax, bugün hər bir müsəlman nəyə görə yaşayır? Allahın razılığını qazanmaq üçün. Məqsəd budur. Təsəvvürlə bir nəsil, Talha, Zübeyir, Abu Bakr Ömer, Ali və qeyriləri. Allah qiyamətəcə oxunacaq Quranda onlar vardı, ayə nazildir ki, Allah artıq sizdən razıdır. Və Allahın artıq mən onlardan razıyam dediyi şəxs sonradan kafir ola bilər. Bu əhl-i sünnə nəzərində ki, bunlar olub da burada. Yox, əhl-i sünnə nəzəri deyil. Bütün tarixin ittifaqıdır. Bütün. Ki, bunlar olub burada. Bütün tarixin ittifaqıdır. Və davamına bax. فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ Və qəlblərində olan imanı bildi. Allah subhanə hətta qəlblərindən xəbər verir. Yeganə nəsildir ki, sahabələr. Mən buna zahirən müsəlman deyirəm. Mən nə bilirsiniz qəlbimi? Bəlkə nafiqəm. Yeganə nəsildir ki, sahabələr. Biz onların qəlblərinə mən şəhadət verirəm. Çünki Allah şəhadət verir. فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ Qəlblərində olan imanı bildi, üzərlərinə səkinə indirdi, onları yaxın bir fəth ilə müjdələdi. Vəssalam. Bu ayədən sonra mən necə Talha bardı, Zübeyrə, Abu Bakr Ömərə dil üzələ bilərəm. Necə? Hansı qiyamət üçün oxunacaq Qurandır. Və belə ayələr Quranda və ən əsası 8, 9, 10-cu ayə arasıdır. Siz ya Allahın kəlamından inkar edə bilmərəm desə və təfsirini də verməyə, təfsirini oxumamışam bunun nədir? Sənin dediyin təfsir, oxuduğun təfsirlər ki, bizə izah edirsən. Mən bilmirəm. Həm də möhkəm ayədir. Sən deyirsən ki, möhkəm ayədir. Möhkəm ayə. Yəni, əsaslandığın dəlilləri gördü. Öz beynindən deyirsən axı möhkəm ayədir. Mütəşabihliyi var qardaş. Yəni ki, yox, onu demirəm. Yəni, öz yolunla götürdüyün istinbatın... Nəysə, onsa mən öz dəlilimlə danışıram. Yəni, əhlisi var cəmaən dəliliyin söhbəti gedir də burada. Söhbət bundan gedir ki, burada olan ümumiyyətlə... Bu dəlildə Qurandan olan açıq aydın ayədir. Sahabələrdən sahabə yazılmış üzündə yox, götürdü ki, var da, yəni hədislərdən deyil. Gəlir ki, var da, o sahabələr... Bu ki, Talha, Zübeyir, bunlar o biyyətdə olması 100%, bütün tarixlə. Burada heç bir, Yağub bilməsi olur, bütün şey, heç bir, yəni heç kəs deyilməsi ki, orada olmuyor. Mümkün deyil. 100%. Yəni, bu hədis var idi, şiyələrdə belə yazılır. Yazılır ki, deməli, Usamənin qoşunu var idi ya, Usamə. Orada, məsələn, Əvvaşinin ölərinin orada iştirak eləməsi yazılır. Bunlarda bir şey yapılmamısın? Birinci, bu məsələ, mən bildim. Birinci, Peyğəmbər sallallahu yəni Usama qoşunda iştirak eləməsində nə olsun ki, nə olacaq ki? Deyir, Peyğəmbər onlara lənət elədi. O uydurma şeydir. O uydurma hədisdir. İkincisi də ki, Abu Bakr xəlifə idi. Məsbul idi. O qoşunda iştirak eləsi, Mədinədə idi. Ordunu çıxartmışdı. Burada nə problem var? Ən önəmli, yəni bizim üçün ibrətdə olan ayə hansıdır?
Haşr 8-9-10. Sonra özünüz oxuyarsınız. Haşr surəsi 8-ci ayədə Allah Subhanahu mühacirlərdən danışır. Yəni sahabilər iki növdür. Mühacir ənsar, mühacir Məkkəli sahabilər, ənsar Mədinəli. Məsələn Talha, Zübeyir, Əbu Bakr, Ömər, Osman hamısı mühacir idi. Əli məsələn radiyallahu anh. Allah Subhanahu mühacirlərdən danışır Haşr surəsi 8-ci ayədə. Və sonra deyir ki: "Və ulaika humus sadiqun." Onlar sadiqlərdir. 9-cu ayədə ənsarlardan danışır. Deyir ki: "Və ulaika humul muflihun." Onlar fəlaha çatanlardır. 10-cu ayədə gör nə deyir? Sahabelərdən danışır. Deyir, onlardan sonra gələnlər isə sahabelərdən sonra gələn nəsildən danışır. Onlar üçün, mühacir və ənsarlar üçün belə dua edərlər. Allah bizə sahabələr üçün necə dua etməyi öyrədir. Ey Rəbbimiz, bizi və imanda bizi ötmüş o qardaşlarımızı bağışla. Birinci fayda, imanda bizi ötmüş. Deməli, imanda çıxa bilmərik. İmanda bizi ötmüş qardaşlarımıza lənət yox, bağışla. İkinci fayda, bağışlamaq deyə. Qardaşlarımız. Dördüncü fayda, qəlblərimizdə onlara qarşı kin yeri buraxma. İmanda bizi ötmüş mühacir və ənsar qardaşlarımızı bağışla və qəlblərimizdə onlara qarşı kin yeri buraxma. Əhlüsünnə və cəmaət etdiyi dua Qurandakı duadır. Və bu duanın artıqını etmirik. Amma ki, sahadə xüta, bizim problem nədir? Şiə məzhəbində iş gücü odur ki, tarixi vəreyləsin, zəif uydurma səhi baxmır ha. Sahabənin bir ayağı ardası sürüşdü, onu tutsun. Dənizlər qədər savab işləri qoy qırağa. Məsələn, bu gün İslamı evə bənzətsək, biz hazır evdə heç yaşaya bilmirik. Adi hicab məsələsini əlləyə bilmirik. Düzdürmü? Amma onlar olmayan evi qanları bahasına, canları bahasına Peyğəmbər sallallahu aleyhi ve sellem birlikdə təməlindən uzatdılar. Biz bundan danışmırıq. Tarixdə həmisi ayağı sürüşüb. Ola bilər, Allah bağışlasın. Nə olsun? Əhl-i sünnətin baxışı budur onlar barədə. Və salam. Və Allah subhanələ bu ayəsin. Tilka ümmətun, misal üçün deyirəm. Tilka ümmətun qad xalət. Onlar bir ümmət idilər. Gəldilər və getdilər. Ləhə mə kəsəbət və ləkum mə kəsəbtum. Onların qazandıqları pis yaxşı özlərinə sinkilər sizədir. Və lə tusaluna amma kanu ya'malun. Siz onlardan soruşulmayacaqsınız. Tutardı. Məsələn, Yezid barəsində də bu cürədir. Bəli. Yezid barəsində necə? Əhl-i-sünnə Yezid mövqeyi o kitabda verilmiş, kitabda var. Əhl-i-sünnəyə görə Yezid kafir olmuyor. Zalim olub, fasiqliyi qabağına məqsəd qoyan xəlifələrdən biri olub. Və İmam Hüseyni müsəlman olub. Və Əhl-i-sünnə istəyir, biz necədir? Bax, məsələn, Muxtar şiddətlik var, kafirə qarşı şiddətlik. Muxtar Əs-Səqafi tanıyırsınız? Muxtar Əs-Səqafi. Bəli, tarixdən ha. Ona münasibətiniz müsbətdir, mənfi. Biz Əhl-i-Beytin münasibəti müsbətdir. Niyə? Mən də səndirəm ki, Yezid ondan əhsal olub. Baxma ki, Muxtar Əs-Səqafi özü vaxtı ilə Hüseynə qarşı çıxanlardan idi, sonra tövbə elədi. Sonra İmam Hüseynin qatillərini bir-birinə elədi? Qırdı. Sonra nə elədi? İddia elədi ki, Peyğəmbərə mənə vəhy gəlir. Dindən çıxdı, kafir oldu. Yezid ondan əhsəldir. Onu oxumalı. Bütün şey kitabları. Muxtarın, Rical kitablarının Muxtarın həyatına bax, deyilir. Hətta İmam Musa Kasım deyə də Rıza hansının dövründə yaşayıb, o imamlığını da rədd edirdi və İmam Muhammed ibn Hənəfiyyə var, əlinin o biri zövcədən olan, onun imamlığına etiqat edirdi. Yəni, hətta Yezid ondan əfsəldir. Ən azından kafir olmadığına görə. Bu şiddətli məsələsi var, kafirə başqa şiddə alən kufəri ruhana o beynə. Bəli. Bu, məsələn, şiddətli kimi qəbul eləmək olmaz, o Həzrəti İmam Hüseyin aleyhissalamla deyir. O kafir olur mu? Əhl-i-sünnə görə kafir olmuyor. Əhl-i-sünnə görə zavallı şiddətliyinə mənasız. Və əhl-i-sünnə alimlərindən bəziləri şəxsən fərd olaraq